ərz edirəm, ədəblərimizi xidmətlərinizə sunuruq. Çox sağ olun ki, gəlmisiniz. Xahiş edirəm, linki paylayın. O aşağıda bir ox var. O oxu vurun, dostlarınızı dəvət eləyin, gəlsinlər. Nə qədər çox dost görsə, belə yaxşıdır. Çünki birinci dəfə İran tarixində, İran adlanan siyasi varlığın tarixində partilər sorulara cavab verirlər. Hər sahədə bizim sorularımız vardı. O sorulara cavab verirlər. Dünənləri birinci bölümü keçirdik. Bu günləri ikinci bölümdür və Salih bəy İldırım cənabları çünki Azərbaycan İstiqlal Partisinin sözçüsü olaraq sorulara cavab verirlər. Dünənki soruda o cür ki ərz eləmişdik, əvvəldən də neçə gün bundan öncə tamam partilərə də getirmişdik. Biz hər gün günün sonunda o ədəbli, ərkanlı siyasi danışmaqların üzərinə ya danışmamaqların üzərinə nömrə verəcəyik. Hər kəs ehtiramlı, hörmətli danışırsa, gedirsə axirəcən birini ittihomlamazsa, tohin eləməzsə filan, ona ən milli ərdəmli rütbəsini verəcəyik, adını verəcəyik. Biraz az olsa ən ərdəmli, ya aşağı gəlsə ərdəmli və ondan aşağı ittiham vura, təhqir eləyə, tohin eləyə ya pis və kötü sifətlər işlədə, onda da mənfi nömrə verəcəyik. 1 ilə 10 həddinə və hər gün hər cələsənin sonunda deyəcəyik. Məsələn, bu həftəki Güney Azərbaycan İstiqlal Partisi də hər 6 gün deyəcəyik ki, nələr keçibdi. Sonra o birisi parti gələndə də deyəcəyik ki, birinci partidə Güney Azərbaycan İstiqlal Partisi 6 cələsədə nömrəsi nədir? Beləliklə, insanlarımız bir gözəl düşüncə görəcəklər ki, insanlar nə qədər əxlaqlı və politikal danışıblar, nə qədər siyasi dilə müsəllətdirlər. Bu da buradan bu günləri ikinci günümüzdür ki, Güney Azərbaycan İstiqlal Partisinin sözçüsü Salih bəy İldırım cənablarının huzurundayıq. Dünən bir çox gözəl sözləri danışdıq. O cümlədən vətən və milləti bir-birindən ayırmadılar. İkisinin tərifi bir-birinin qarnındadır. İkisi bir sözdür. Bir az təkid ilə vətən və millətə tərifləri mən birinci dəfə oxudum, bunu gördüm ki, vətənlə milləti ayırmadılar və bu mənim özüm üçün tazalığı var idi. Çox sevindim. Çoxlu məsələlərin üstünə danışdıq. Pan nədir, türkçülük nədir, siz nə panısınız, Azərbaycan panı, türk panı, bunları danışdıq. Parti niyə düzəlibdir, niyə İstiqlal Partisi olubdur, niyə Federal Partisi olmayıbdır, bunları bəhs elədik. Çoxlu şeylər bəhs oldu. Mən bunları yazmışam. Bir də sualların xülasəsini yazmışam. Weblogumda vardı. Dostlar istəsələr görə bilərlər. YouTube'da və mənim weblogumda da vardı. Eyni halda Instagramda da vardı. Yəni orada da qalır. Orada da görmək olar. Şeyə də yüklədik. Telegram'a da. Oradan da görmək olar. Hər halda bu günləri ikinci bölümə getiririk. Salih bəy, söz sizdə. İstəyirsiniz bir salam eləyin dostlarla. Sonra başlayaq sorular. Çox sağ olun. Mən ilk başda sizdən təşəkkür edirəm və bütün iştirakçıları istər bugün hazır burada izləyənlər və ya sonra izləyənlər hamısına salamlarımı, saygılarımı sunuram. İnsafəli bəy, bir məsələni texnik olaraq sizə ərz edeyim ki, buyurun. YouTube'da da mənə də bunu yönəltdilər, yəni sordular. Bu Instagram'da nəinki belə bu formada olduğu üçün YouTube'da da çox daraskal bir formada olur. Bunun tekniki olarak yolu nedir ki orada daha geniş görebilsinler? Çünkü YouTube'un her bir sağı ve solu qara görünür. Ortada dar birbirimizin üstünde görünür. Onu böyle məndən bir soru sordular. Dedim mən teknik olarak bilmirəm bu nə üçündür. Ama teknik olarak bunu bilenler varsa ya yardım edə bilərlərsə onu da həll eləsəz daha rahat olar. Ama hər halında bunlar bir arşivdirlər, mühüm bir yəni indiyə kimin ən azından olmamış bir şeydir. Yeni bir addımdır. Bunu arşivləşməsi, qalması, paylaşılması çox önəmlidir. Çox təşəkkür edirəm. Sağ olun. Çox sağ olun Salih bəy. Mən dünən çalışdım ki, bunu edit eləyəm. Yəni bir softverlə, nərm əfzarla bunun o qərə yerləri kəsəm. 2 saat yarım da çəkdi. Amma sonunda elə o oldu ki, gördünüz. Yəni YouTube'da olan o oldu. Yəni ondan izafi bir iş görmədi təəssüflə.
Bundan keçək dostlardan əgər bilsələr, köməklik eləsələr bu qəziyədə çox yaxşı olar. Yəni çox təşəkkür edirəm. Var olsunlar, sağ olsunlar. Birinci sualımız. İcazə verin ki, suala keçmədən əvvəl Sayın Səfər bəy, dünənki bizim mövzu söhbətimiz yarımçıq qaldı. Mən orada siz belə bir məsələ verdiniz ən sonu ki, 400 siyasətçidən misal gətirdiniz ki, Bismarckdan ki, deyir ki, federalizm güya ki, olasılıq, yəni siyasət mümkün olan məsələləri təqib eləməkdir. Federalizm mümkündür. Orada biz ortada qaldıq. İcazə versiniz onu təkmilləyək. Buyurun. Bəli, çox gözəl. Çox gözəl. Buyurun. Amma bu ki, məsələn, belə göstərirlər ki, federalizm mümkündür, istiqlal mümkün deyil. Bu doğru deyil. Bu doğru yanaşım deyil. Çünki bunların hər ikisi də mümkündür. Əgər biz istəyirik. Yəni, siyasətdə heç bir şey imkansız deyil. İradə qoyarsansa, müsəmməm olarsansa üstündə, onu gerçəkləşdirmək mümkündür. Bu təriflə razı deyiləm ki, siyasət mümkünləri əməl eləməkdir. Yəni, biz əslində dövləti istəyirik dəyişək, bu mümkün deyil də, o ki, oturaq yerimizdə. Yox, hər şey iradə elədirsə bir millət, millətin iradəsi hər şeyə qadirdir. Coğrafını da dəyişər, sərhəddi də dəyişər, dövləti də dəyişər, sistemi də dəyişər, hər şey dəyişdir. Və biz dəyişdirmişik. Biz bunu bir təcrübə eləyən birisi kimi deyirəm. Yəni, başqasının təriflərindən kopu olaraq deyil ki, özüm yaşadığım üçün şahın əleyhinə biz mübarizə eləmişik, çevirmişik. Bəli, doğrudur. Bu ki, mümkündür. Amma ikinci bir şey ki, burada söhbət olunur ki, federalizm güya ki, rahatdır, rahat əldə olur, az xəzinənin. Bu da bir başqa bir aldatmacadır. Baxın, şah son günlərinə qədər öldürdü, vurdu, kəsdi. O yerə düşdü ki, ordudan bir şey qalmadı. Ordu, yəni başladı qohum qardaşını öldürməyə, əmrə tabeysizlik oldu və millət daha günü-gündən töküldü xiyabana, dünyanın səsi qalxdı, buraxdı, qaçdı. Yəni, bu rejimdə Cumhuriyet İslami də nə fəqət federalizmə, nə fəqət istiqlala, hər hansı bir dəyişimə, son damlasına qədər bu müqavimət eləyəcək, dayanacaq, vuracaq, qorumaq istəyəcəkdir. O zaman ki, gördü ki, də itirir, yəni ki, millət qalib gəldi, öldürməkdən gördü, nəticəyə yetişə bilmədi, o, dedi, qan şəmişirə qələbə eləyəndə qaçacaqdır, çarəsi yoxdur, qaçacaqdır. Onda dövlət yoxdur. Baxın, biz bunu görmüşük, onda dövlət yoxdur. Biz orada istədiyimizi qura bilərik. İstərsək Azərbaycan Cumhuriyyəti qura bilərik, istərsək İran məsələn bir ayrı bir dövləti quraq, istərsə federalizmi quraq və burada niyə bizim gərək bir çatışma bir nöqtəmiz olar ki, deyək ki, buradakı dövlət yoxdur, elə bir ki, məsələn, siz bir dənə binanı, istəyirsiniz orada bir təzə bir bina tikərsiniz, əvvəlcə o binanı yıxarsınız da, bu yıxmaq zorundasınız, ona bir xəzinə lazımdır. Bunu yıxandan sonra, biz deyirik ki, gəlin bunun içində bir dənə qəşəng bir dənə, geniş bir stadion düzəldək. Məsələn, bir ayrı qrupda deyir ki, yox, onun xəzinəsi çoxdur. Gəlin, indi bir dənə hələ balaca bir yer düzəldək, sonra yekəsini düzəldərik da. 2 dəfə xəzinəyik. Yəni, bir dəfə biz gedək, rejimi yıxaq, İranda federal dövləti quraq. Sonra bir dəfə də inqilab eləyək, yenə də ölü verək, qan verək, filan eləyək, o federalı yıxaq, istiqlal quraq. Bir handa ki, dövlət, yəni İran Cumhuriyet İslamı var, bugünkü hakimiyyət son damlasına kimi duracaq, yıxılanda daha dövlət yoxdur, ordu yoxdur, polis yoxdur, istihbarat yoxdur, hava qüvvəsi yoxdur. Yəni, hər şəkildə biz bunu yaşamışıq, görmüşük. İnqilab, mən inqilabın içində olmuşam, bizim yaşımızda olanlar, hamısı inqilabda olanlar, bunlar hamısı bilirlər ki, dövlət yoxdur. Biz özümüz əlimiz silahlıydık, məhəlləmizi qoruyorduk, məhəllələri komitə düzəltmişdik. Hətta Azərbaycan demək, bir il müddətində 9 aydan sonra İran Azərbaycana hakim olmağı, şəriət mədarını bir cürlü bəndə çəkib təhdid edib, şəriət mədarı xalqı xalisilah eləyəndən sonra İran qüvvələri Azərbaycana təzdən hakim oldular. Yəni onda biz dövlət, əgər o dönəmdə bizim bir milli şuurlu liderimiz olsaydı, milli şuurumuz olsaydı, biz onda dövlətimizi qura bilərdik.
komitə, Azərbaycanın idarəsi Xalq Müsəlman Partisinin əlində idi və komitələr hər yerə hakimdir. Yəni o ki federalizm tez rahat əldə olar, o birisi çətin əldə olar, bu doğru deyil. İkisi üçün də qanlı mübarizə lazımdır ki, bu totaliter, işğalçı, cinayətkar rejimi çevirmək üçün, nə fəqət bu ikisi üçün, hətta bunu məsələn demokratik bir dövlətə də çevirsən, gərək yıxasan. Bunda bir qabiliyyət yoxdur dəyişsin onu. Bunu inqilab formasıyla eləməkdəsən, inqilab formasında da nəticə erişəndə dövlət yıxılıb. Orada heç bir şey yoxdur. Cəmaati, milləti qorxutmasınlar ki, ay gələcək, ordu basacaq falan, ordu yoxdur ki orada. Doğrudur. Olmuyor. Onda biz dövlətimizi qura bilərik. Amma bu iki federalizmi buyurdunuz ki, niyə qəbul eləmirsiniz? Buna görə qəbul eləmirik ki, federalizm çözüm deyil. Federalizmdə bir milləti qoruyub saxlamaq mümkün deyil. Yəni, bütün federal sistemlərinə baxsaq, bunlar o millətlər ki, o federalı təşkil edib, onlar nihayətdə yox olublar və ya yox olmaq üzrədirlər. Baxın, bunlar məsələ, hətta bəzilər deyirlər ki, federalizm dövlət olmağa bir şərait düzəldir, çünki federalda mərzilər bələnir, filan bələnir. Bu da bir başqa yalan. Yəni, doğru deyil. Ya bilgiləri yoxdur tarixdən. Məsələn, Şurəvini misal vururlar, deyirlər ki, İttihadı Şurəvidə cumhuriyət quruldu, sonra ayrılanda da cumhurlərin mərzi bəllidir. Bu bir açıqcasına ya bilgisizlikdir, ya açıqcasına yalan dezinformasiya, yalan bilgidir. Niyə? Çünki Azərbaycan və ya məsələn Gürcüstan və ya Türkmənistan və ya Qazaxıstan İttihadı Cəmaati Şurəvidə dövlət olmadı ki. Bunlar ondan qabaq dövlət edilər. Dövlətləri, əraziləri, sərhədləri hamısı bəlli idi. SSR bunları gəldi təsadüfən nə ki mərzilərini belirləmədi, bəlkə mərzilərini daha çox qarışdırdı. Baxın, bu problemlər ki SSR-nin Gorbaçovun demək o islahatı nəticəsində dağıldı problemlər onda başladı. Niyə? Çünki SSR dönəmində həmən İttihadı Cəmaati Şurəvi gəldi, məsələn, Azərbaycanın torpaqlarını verdi Ermənistana. Gürcüstanın torpaqlarından verdi Ermənistana. Üzbəkistandan verdi Qırğızistana. Qırğızistandan verdi o birisinə, Tacikistan'a biraz torpaq verdi, bu birisinə və qarışdırdı bir-birinə və problemlər ondan sonra çıxdı. Yəni bizim bugün Azərbaycanla Ermənistanın problemi əsasında İttihadı Cəmaati Şurəvinin o federalizmin içində aparılan dəyişikliklərin ki sonra bunlar dövlət ola bilməsinlər deyə nəticəsidir. Yəni bu da yalan. Buna görə ki orada yanlış bir bilgidir. Orada dövlət var idi. SSR zərurətən gəlib orada dövlət qurmadı. İttihadı Cəmaati Şurəvi o federalist orada federal dövlətlər təşkil eləmədi. Bəlkə orada olan Dağıstan dövləti var idi, Gürcüstan dövləti var idi, Azərbaycan dövləti var idi. Bu dövlətləri təkrar öz içində tanımağa və bəlli ölçüdə nədir? Bunları bəlli ölçüdə qəbullanmağa, amma yenə də dəyişdirməyə, orada milli tərkibi dəyişdirməyə və sonralar bunlar daha istiqlaliyyətini əldə edə bilməsinə bir şeylə əl aparmaları şeylər. Yəni, bu da bir ayrı demək, aldatmacadır. Yəni, halqa yanlış bilgi ilə belə inandırırlar ki, biz federal olacaq, güya ki, mərzələ. Səhər federal oldu. Fərz elək ki, İranda federal oldu. Gəldi, məsələn, Qərbi Azərbaycanı elə bölürlər də iyalətə. İndi deyəcək, bu da bir iyalətdir federal. Məsələn, Mukran iyaləti. Onda sabahları o özünə bir ayrı dövlət olacaq da, Azərbaycandan qoparılır. Yəni, hər bir gün, hər adına İran tərkibində geçirsə bizim əleyhimizə, biz itiririk. Hər bir gün, baxın, hər bir gün deyirəm, il demirəm, hər bir gün geçir bizim zərəlimizə işdir. Və o ikinci tərəfdən də federalist bizim milli hüquqlarımızı, milli kimliyimizi, milli coğrafimizi, milli mənfəətlərimizi qorumur. Siz baxın, bizim təcrübəmiz var. Məsələn, Amerikanı təşkil edən federallardan kim var indi? Orada Almanlar var, Belgilər var, Danmarklar var, Fransızlar var, İspanyollar var. İndi yox, indi İspanyollar axınır, ha? Latin Amerikadan axır gəlir, İspanyollar orada çoxalır. Amma bu son neçə ili İspanyol faktorunu qoyaq kənara, o birisi millətlərin hansısı qalıbdı Amerikada? Heç birisi qalmır. Hamısı İngilizləşib gedir. Rusiyada, mən misal gətirim,
Əgər Prostorika, yəni Gorbaçovun o demək reformu nəticəsində İttihad-ı Cəmahiyyət Şuranı dağılmasaydı, SSR dağılmasaydı, əgər 20 il, yəni bir nəslə davam eləsəydi, bu millətlərin çoxu yox idi. Yəni millət olaraq kimliklərini itirmişlər. Mən faktla deyirəm. Baxın, bu SSR dağıldıqdan sonra mən getmişəm. Mən bir il Qazaxıstanda qalmışam. Qazaxıstanda 50 yaşından aşağı heç kimsə Qazax dilini bilmir. Yəni mən onlarla məcbur oldum ki, Rusça öyrənim, onlarla danışmaq üçün. Ticarət edirdim, işləyirdim orada. Onlarla danışmaq üçün Rusça öyrənmək məcburiyyətində qaldım. Bütün toplantılarda, danışıqlarda ya mütərcimim var idi, indi Fransa mütərcimi, ya İngilis mütərcimi. Amma 50 yaşından yuxarıda Türkçəni bilirlər, Qazaxçanı bilirlər. Qazaxça da bizim dilə yaxındır. Yəni o qədər şeydə biraz düşsən içinə danışmaq olur. Mən danışırdım Qazaxça bilənlər. Və bunlar müstəqil dövlət işi qurmuşdular. Diqqət eləsəz 2020-də Rus dilini, demək, Qazax dilini rəsmi elan edib və Latinə keçməyə çalışdılar. Yəni 30 il istiqlaldan sonra hələ Rus pəncəsindən qutula bilməmişlər. Niyə? Çünki orada dediyim kimi o 50 yaşından aşağı bilmirdi. Azərbaycanda deyil. Azərbaycanda da qalib deyəcəm. Çünki 95-də də Azərbaycanda olmuşam. Burada heç məsələn mədə gücündən danışır, uzaqdan görmür, məsələn şey eləyir. Təcrübə xalqın içində olaraq deyirəm bunu. Qazaxıstan dövlət qurandan sonra 93-də televizyonda, o zaman da bu cürdə işləmiş, televizyon proqramında dil öyrətir. Hesab edin ki, Almanı qoyurdu orada, göstərirdi, deyirdi, Alman. Ət. Ətı göstərirdi şəklini, deyirdi, ət. Bücürlüklə millətə dil öyrətirdi. Məsələn, biz otururduq qonaqlıqda, məsələn, istəyirdi, qəşə bir şeir desin. Dururdu adam, Rusça deyirdi. Tost deyil. Yeməkdə sağlıq deyirlər də, Rusça deyil. Və elə eləmişdi ki, özünə nifrət. Mən bir dənə qəşəng adında əslən zehnimdən çıxmaz. Bir məclisdə oturmuşduq, bir dənə qəşəng dilli başlı bir cavanı, gənc gətirdilər. Bu şeir deyəcək. Başladı dedi, mən də biraz da Rusça öyrənmişdim da, tam bilmirəm amma biraz da bilirdim. Gördüm, gedi ortada deyil, Ətiyet moy İbrahim, Rabotit Nihatim, Puskay, Çay, Sigda, bu, o. Yəni, nə başladı, bu deyir ki, mənim dədəm İbrahim, ya dədəsinə bunu düşmən edibdir, bu zehniyyət. Deyir, dədəm İbrahim işləmək istəmir, hər daim çay içməkdədir, əylənməkdədir, filan. Baxdım, görüm ki, bunlar necə bu millət yox ediblər. Yəni, əgər bir nəsildə davam eləsəydi, bugün Qazax deyə bir millət qalmırdı. Düşünün, o dili bilənlər yox idi ki, öyrəsinlər. Və millət ümumiyyətdə, yəni insan, millətlər, insan ümumiyyətdə rahat tələbdir. Siz gəlib, məsələn, o quşaqda geçib gedəndən sonra 50 il sonra gələsiniz, deyəsiniz ki, siz Qazax idiniz, diliniz buydu, gəlin təzədən sizə Qazax öyrədən, heç kəs qəbul edin. Getməzlər də alırsınız. Yəni, mümkün deyil ki, geçsin onu təzədən öyrənsinlər, gəlsinlər, olsunlar, düşünməsəm, mənim babamın dili buydu ki, uzaqbaşı deyə salam, məsələn, köpəvalını öyrədə, deyə babam buydu. Necə ki, bizimkilər indi Tehranda deyirlər, babam türküdür, anam, nənəm, böyük babam türküdür. Bəli, o türküdür. Şurəvinin, Azərbaycana gəldikdə, Azərbaycanda 95-ci ildə mən 25 yaşında gənclərdən, yəni 25-30 yaşındakılarla ki, görüşürdüm, hamısı Rusça danışır. Baxmayaraq ki, bunların heç birində də dillə qadağan deyildi. Baxın, Rusiya, Azərbaycanda məktəblər var, Azərbaycan akademiyası var. Mən akademiya gedirdim orada. Azərbaycan akademiyası var. Amma elə akademiyada da Rusça danışırdılar. Küçədə də Rusça danışırdılar. Evlərdə də Rusça danışırdılar. Yəni, hələ Azərbaycanın fərqi bundaydı ki, Azərbaycanda müqavimət cibhəsi var idi. Azərbaycanda elçibəylər, ondan qabaqçı xalq cibhəsinin demək, milli hərəkət var idi. Sonralar cibhə formasında özünü göstərdi. Elçibəy illərcə zindanda qalıb.
olub da. Onun fəqət Elçibəy deyirdi ki, onun ətrafı var, təşkilatlanması vardı, özəlliklə də Naxçıvanda çox bunlar yapılanmışdılar. Yəni bu ola görürük ki, dil gedirdi. İnsanlar gedirdi. Aradan gedirdilər. İndi məsələn misal vururlar daha çox. Haranı misal vururlar? Hələ Kanadanı. Gəlin Kanadaya gedək məsələn biz 1960-lara. 1960-larda əgər FLQ və René Lévesque olmasaydı, yəni bunlar o milli mücadiləni başlamasaydı, bugün Fransızlar yox idi Kanada. Elə federal sistemində ha. Baxın elə bu federal sistemində deyirəm, o FLQ ki başladı, demək Renault'du da rəhbərlərindədir. O ki başladı, demək bombardımanları başladı, patlatmalar, silahlı saldırılar başladı. Xalqın içindən bu demək himayət olundu. René Lévesque'in milli direniş, həyatı Parti Québécois'nın formalaşması və s. Nə oldu? Bu Québeclərdə nasyonalizm oyandı Fransızlarda. İndi gedək. O dönəmin hər il geçdikcə hesablayaq. Kanadanın hər il geçdikcə hesablayaq ki, Fransız da danışanlar əcəba millətin çoxalışı ilə, o iyalətin çoxalışı ilə və ya Kanadanın nüfuzunun artışı ilə o da artmaqdadır ya azalmaqdadır. Hər il azalmaqdadır. Yəni demək 1995-ci ildə ki Fransızca danışanlara baxın, 1800'lerdəkilərə baxın, 1980-dəkilərdə, ondan əvvəlkilərə və bugünə baxın. İl geçdikcə bu dil azalır. Zor da deyil ha. Məsələn, Quebec buna görə qorusun deyə gəlib möhkəm qanunlar qoyur. Amma o dönemdə ki bu qanunlardan əvvəl orada siz demək lazım deyildi İngilizcə xidmət istəyirsiniz. Elə bir yerə getdikdə İngilizcə deyirlər, sonra da Fransızca deyirlər. Hangisini istəsəz onu devam edirsiniz. Amma indi Fransızca deyir. Məgər ki sən tələb eləyəsən mən İngilizcə servis istəyirəm. İngilizcə xidmət istəyirəm. Onda İngilizcə mütərcim. İndi gedək. Məsələn deyirlər ki Kanadada iki dildə yaşayır. Yaxşı, siz Torontodasınız. Bir çox yerlərdə də işləmişsiniz. Neçə faiz o Torontoda da İngilisləri görmürsünüz ki Fransızca bilirlər? Çox azdır. Yəni çox az. Sadəcə siyasətçiləri bilir. Ki məclisdə gəlsin iki kəlmə sınıq salxa Fransızca bir söz desin xalqı anlatmaq üçün. Yəni Fransızlar burada il geçdikcə dirənməklərinə baxmayaraq, parti dövlətlərinin olmasına baxmayaraq. Baxın dövlətləri vardı, möhkəm Fransa bunların da arxasıca durubdur. Charles de Gaulle dönəminəndir, yəni bunları himayət edirlər Fransa dövləti. Bir ayrı dövləti Kanadadan sonra arxalarında olmasına rağmen nədir? Əriməkdədirlər. Yəni iyalətlərinə gedək. Neçə iyalət Fransızca danışırdı, indi onların neçəsi daha çox İngilizləşiblər. Yəni bu iki dilli olmaq Fransa dilini və ya Fransa xalqını qorumaq mənasına gəlmir. Əslində yumuşaq formada o aradan gedir. Yəni bir an Fransız qalxıb bugün görürsün, Fransızca bilsə fəqət Quebecdə işləyəcək. Amma İngilizcəni oxusa həm Quebecdə işləyə bilər, həm British Kolumbiyada, həm Edward Island'da və həm Toronto, Ontario'da hər yerdə çalışa bilər. Gedir İngilis səndası. Rusiya, İttihadı Şuravidə də buydu. Üniversitələr, məktəblər var idi, amma hamı uşaqlarını qoydu Rus məktəbinə. Niyə? Çünki dedi, rahat iş tapacaq, qəşəng iş tapacaq. Çox yerdə işləyə bilər. Könüllü, yumuşaq ərimə gedir. İndi gələn məsələn Hindistanı misal vururlar. Amerikada dedik millətlərə qalmaq. Salih bəy, ərz edeyim xidmətə, federal bəhsinə gələcəyik. Onu federal bəhsinə qoyaq. Çox cəlib bəhslərdir əlbəttə. Amma bunlar qalsın federal bəhsinə. Mənə 2 dəqiqə versən, mən bunu tutarım. Bunu bağlayaq ki. Çünki o bəhs orada, məsələn Hindistanı misal vururlar. Baxın ki, federal orada 500 dənə dil var. Bu da bir ayrı aldatmaca. Hindistanda əslində 3 dənə dil hakimdir. Yəni ikisi, biri Hindidir, biri İngilisdir, biri də məhəlli dili. Yəni hər bir millət üçün, hər bir iyalət üçün bir məhəlli dilidir, bir İngilis dilidir, bir də Hindidir. Yəni indi hesablayın, 50 il bundan qabaq Hindi danışanların sayısına gedin baxın,
ya o məsələn deyək öz dillərində danışan bir eyaləti götürün hesablayın və bu gün hesablayın. Olan böyük fazla hindiləşib, İngilizləşibdir. Yəni ki, İngilizləşibdir. federalizm uzun sürədə milli maraqları, milləti qorumaq deyil, yumuşaq formada, könüllü formada bir əritmə siyasətidir və bəlli bir zamandan sonra aradan aparacaqdır və demək İranda iki dilli olmaq, üç dilli olmaq məsələni həll eləmir. Çünki bizim mümkün deyil. Bu gün nəsə milli hərəkətdə baxın. Milli hərəkətdə belə milli iddiası olanlar bu gün Azərbaycan dilində, Azərbaycan türkçəsində yazıb oxumaqdan çəkinirlər, uzaqlaşırlar, farsça yazırlar, farsça oxuyurlar. Yəni onları daha çox oxuyurlar. Yəni ona alışıbdır, öcü yetişdirilibdir. Bu demək biz milli varlığımızı, milli kimliyimizi, hüviyyətimizi qoruyub saxlamaq üçün illa müstəqil olmalıyıq, ayrı bir çarəsidir. Və fars dili də qətiyyətlə qadağan olmalıdır. Başqa dillər yox ha, fars dili. Çünki fars dili bizim dilimizi qətl edibdir, məhv edibdir, yox edibdir. Elə fars musiqisi də, fars dili də, fars kültürü də, fars hakimiyyəti də. Ona görə bu qətiyyətlə qadağan olunmalı. Buyur. Çox sağ olun. Fars dili məsələsində ayrı danışacağıq, yəni öz yerinə gələndə danışacağıq. Arz edeyim ki, elə bunların biri mənəm, nümunəsi mənəm. Ömrümün əvvəlindən deyəcəm kitab oxumuşam, yazmışam, falan eləmişəm. Amma öz dilimdə, ana dilimdə ədəbi yazıb oxumağı başarmıram. Kitab oxumağı başarmıram. Xüsusən yəni özüm cilayə eləsəm, etiraf eləsəm və bu doğrudur. Yəni elə bir ki, pambıqla baş kəsirlər. Yavaş-yavaş adam içəridən istər-istəməyə adət edir və birinin də hangisinin faydası çox olsa ondan gedir. Yəni məsələn hər halda. Amma o ki mümkünat, o filsufdan ki, filsuf yox, siyasətmədandan ki götür Ziya Sərraç Şafidən nəql elədin. Bəli, Bismarckdan. O əməl və imkanlara əməl eləmək, bu da vaqiiyyətdir. Yəni keçən 100 ildə yox, 2-ci Dünya Savaşından bu günə qədər 150 məmləkət istiqlal tapıb və sazman millədə, yəni bunlar əgər desəydilər ki, imkanı yoxdur biz müstəqil olaq, ya o birisi dövlətlər desəydilər qoymurdular bunlar müstəmirəlikdən çıxsınlar. Məsələn, Fransa qoymur, indi o nə mənədir, taza bir etirazlar edir. Neo nə mənə? Fransanın əleyhinə müstəmirədir, etiraz edir ki, biz istirik müstəqil olaq ya nə cür. Görürsünüz ki, adam öldürürlər, gülləlirlər filan, siz çıxmazsınız. Əgər burada adamlar desələr ki, biz imkan budur ki, bu günləri elə bu cürsə qalaq da qalarlar müstəmirəlikdə və istiqlal ala bilməzlər. Doğrudur. Əgər icazə buyursanız, bundan bu üzə keçək, soruları rədif ilə gedək, sistematik zehnimizi bir-bir aparaq qabağa. Təşkilatınızın prensipləri varmı? Yəni, sizin təşkilat, Güney Azərbaycan İstiqlal Partisi dediyimiz bir varlığın, hüquqi varlığın hangi prensipləri var? Hangi prensiplərə dayanırsınız? Əlbəttə ki, yəni hər bir təşkilatın özünə bir tərifləri, prinsipləri, qırmızı xəttləri və halal haramları var. Bizim də Güney Azərbaycan İstiqlal Partiyası olaraq qırmızı xəttlərimiz var. Milli məfkurə, milli mənfəətimizi təhdid eləyən ya hər hansı bir formada zərər verici, zərər verə biləcək demək, məsələlərə çox ciddi, sərt mövqeyi vardır və hətta üzv tutmasından, fəaliyyət formasından, dövlətçilik formasına qədər hamısına bəlli bir prinsip əsasında yəni belirlənmiş və əlbəttə bunların dedi ki, o milli maraqların istiqamətində bunların gerçəkləşməsinə fəaliyyət göstərir. Mütləqa prinsipləri, müşəxəs prinsiplər, yəni biz hər işi görə bilməliyik. Hər şey siz bir qrupa üzv olanda bir sürü azadlıqları da əldən verirsiniz. Yəni onun prinsiplərinə tabe olmaq üçün. Məsələ, bir çox şeylər.
da insanın həyatına təsir var. Mütləq var, bəli. Sizin prensipləriniz nələrdir? Yəni o bir neçəsini sayın, tanışaq olaq ki, prensipləriniz Azərbaycan nədir? istiqlalçılıq, millətçilik, demək qadın hüququ, uşaq hüququ, demək və demokrasi, bunlar bizim danılmaz işçi hüququnun təminatı, əxlaq, yəni siyasi əxlaq, milli əxlaq, yəni milli dəyərlərə uyğun hərəkət, yaşayış tərzi, danışıq, ifadə tərzi, bunlar hamısı bizim prensiplərimizdir. Bir seçilimdir. Yəni orada onlarca maddə yazılıbdır ki, nə eləyə bilərik, nə həddə eləyə bilərik, nə səviyyədə oluna bilər. Hamısı, yəni partinin əsasında özəlliyi buradadır. Biz ki, yəni özbaşınalıqdan, fərciralıqdan, hərcməcdən ya hər nə istədikdən keçər bir sistem formasına. O sistem yolu bəllidir. Bu yol belə getməlidir. Buyur. Yəni fərz eləyin ki, mən bu günləri istəyəm, gələm sizin partiyaya üzv olam, ya hər kəs üzv ola. Mən hangi azadlıqlarımı əldən verməliyəm? Siz mənə hangi prensipləri deyəcəksiniz ki, bunları qəbul eləsən və bunları işləsən, əməldə yaşasan, bizə üzv ola bilərsən? Hankılar olur? Birincisi, partiyanın əsasnaməsi. Bütün başdan dibə hamısını oxuyub və qəbul eləmək. Yəni, bir nizamnaməni, əsasnaməni qəbul eləmirsə, bu partiyada üzv olmasının mənası. Yəni, onu qəbul elədiysə, sadəcə dildə qəbul eləmək də, əməldə. Yəni, məsələn, deyək ki, bizim prensiplərimizdən birisi budur ki, Türk dövlətlərinin və ya məsələn, Azərbaycan dövlətinin, deyək, misal, daxili işlərinə qarışır. İndi bir dənə partiyanın üzvü gəlib Azərbaycanda müxalifət eləyə, ya dövlət tərəfdarlığı eləyə, ya orada məsələn durub mövqe qoya, bu partinin prinsiplərinə ziddir. Ona xəbərdarlıq verirlər, durdururlar, ixrac olunurlar, tənbih olunur, tapşırırlar. Və ya məsələn orada deyilib ki, biz İran adlı bir ölkəni heç bir adlanmanda qəbul eləmirik. Birisi də deyək ki, İranda demokrasi istəyirəm, o da bu partinin ola bilməz əsasında. Yəni, bu partiyə mənsub olan birisi bunu durub deyə bilməz. Və ya İranda federalizm istəyirəm, deyə bilməz. Yəni, bu partiya gələn, gərək o nizamnaməni tam olaraq qəbul edə və onun icrasında, onun tərsinə hər hangi bir əməl eləməkdən imtina edir. Yəni ki, təbii ki, biz xalqın fərdi həyatına gedib müdaxilə eləmirik ki, deyəsizin, keçinin demək, evində necə, nə yer, nə iş, necə geyin, necə filan elə. Yox, ya məsələn, amma o siyasi, baxın, məsələn, bir dənə partinin mənə burada məsələn, birisi çıxıb, xanımımı da söyə bilər, söyüblər də, yəni təhqir ediblər. Amma mənim bir parti üzvü olaraq haqqım yoxdur eyni ifadəni, eyni formada onlara, məsələn, ya birinə eyni tavır sərgin, əxlaq dışı bir hərəkət edir. Ona görə bütün partiya gələn o nizamnamənin kullunu qəbul edib və əgər bunu təsdiq olunursa, mən keçəri olaraq dedim keçənlərdə ki, partiya gələn parti üzvlərinin tərəfindən təsdiq olunmalı, mərifçilik olunmalı, qarantı olun, zəmanəti alınmalı. Alınmırsa, o zaman demək, azmayışı, dənək dönəmi olur. Bu 3 aydan başlayır, 6 ay ola bilər, 1 il ola bilər. Kim bunu geçə bilirsə, qəbul ola bilirsə və illa da üzv olmaq məcburiyyətində deyil, səmpatta ola bilər. Yəni ki, amma üzv olduysa, təbii ki, bir seri daha çox məsuliyyət, bu adı daşıyan daha çox məsuliyyət var. Həvadar başqadır, həvadarın o qədər məsuliyyəti yox. Lazım olanda gəlir, dəstək verir, yəni onun qorumaqda əlbəttə ki, təşkilat müvəzzətidir, amma üzv və hətta təmsilçi və ya yüksək kadr olduqda daha məsələn bizim dostlarımız çoxunu olub da biz bəlli bir millətçidirlər, həqiqətən yəni istiqlalçıdırlar da, amma bəlli bir nizamnaməyə uymadıqlarına görə məcbur olmuşlar ki, onları bir türlü uzaqlaşdılar təşkilat. Yəni o sistemə, nizamnaməyə uyğun hərəkət eləməyə. Bunu mən də daxil, yəni partinin ən yüksək məqamı nədir? Sözçüdür. Yaxşı, o sözçü də ona tabi.
Mən də çıxıb burada istədiyimi deyə bilməm. Mən də sorğu-suala çəkmə mexanizmi var. Şimdi sən bu sözü niyə dedin? Ya bu anlaşmanı niyə elədin? Bu imzanı niyə attın? Öyle değil. Ona görə bütün o prensipləri A'dan Z'ə qədər oxuyub, öyrənib, qəbul edib və onu icra etməlidir. Salih bəy, yəni sizin Cüneyi Azərbaycan İstiqlal Partiyasının nizamnaməsi, əsasnaməsi, məramnaməsi yazılı bir şey vardı. İnsanlar desinlər, göndərirsiniz ya əllər. Nədir bu? Yəni indi başınızdan o deyirsiniz var. Bunu düşünürəm ki, mənzul yanı var. Amma bunu dildə buyurasınız ki, var əgər. Bunu insanlar hardan tapırlar, hardan oxuya bilərlər, hardan görə bilərlər ki, müqayisə eləsinlər. Ya əslən tanısınlar, bu partinin bir nizamnaməsi var, əsasnaməsi var, məramnaməsi var, yol xəritəsi var, stratejisi var, taktiki var. Bəli. Partimizin əsasnaməsi 2 dildə 3 qrafikdə var. Yəni ki, Türkçə, Azərbaycan Türkçəsində, həm Latin əlifbasında, həm Ərəb əlifbasında var və fars dilində. Yəni bizim nizamnamemiz fars dilində də var. Və bunlar hətta daha rahatlaşması üçün səsli formatı da var. Yəni bunun oxunub, nizamnamə elə orada görünə video formasındadır. Nizamnamə görünür və oxunub. Səsli formatı da var. Bunlar həm YouTube-da var, həm Instagramımızda var, həm Facebook səhifəmizdə var, həm saytımızda var və həm bunlardan əlavə Google edib biz desək ki, məsələn, Cüneyi Azərbaycan İstiqlal Partiyasının nizamnaməsi və ya əsasnamə Hizb İstiqlal Azərbaycanı Cünubi Google-dan çıxar. Həm səslisi, həm yazılısı. Yəni, hər kəsə açıqdır, hər kəs. Bunun dışında da bizə müraciət edən istəyənlərə də təbii ki, qətiyyətlə göndəririk. Daha əvvəllər bu təbii e-mail vasitəsilə irtibatlar daha çox olurdu. Yəni o dövrdə də e-mail qruplarına ki var idi, üzviyyətlər falan var idi. Oralara bol yaymaqda idik və Paltakda, Günəz TV-də, hər yerdə yəni biz bunu təbliğ eləmişik, yaymışıq. Hər kəs istəsə rahatlıqla tapamırlarsa da Cahib.org-a birisi müraciət edərsə, yazarsa və ya Instagramımızdan istərsə. Əslən Instagram'a girənlər də yuxarıda göstərir bax. Cahib nizamnamə, manifesto. Bizim manifestomuz da orada var. Yəni Azərbaycan manifestosu, İstiqlal manifestosu. 2 bölümdən ibarət hələ Azərbaycan təşkilatlarının bir manifest yazdıqlarını biz görməmişik. Amma İstiqlal Partiyasının 13-cü ildən 2013-cü ildən manifesti mövcuddur. Genə də Latin və Ərəb əlifbasında. Amma o farsça deyil. Onu farsça, yəni biz bir qərar aldıq ki, daha farsça yazmıyor. İstiqlal Partiyası qətiyyətlə, buna hətta bizim indi səhifəmizə geçsəz, Cüneyi Azərbaycan İstiqlal Partiyasının web səhifəsində fars bölümü yoxdur. Çünki o bizim qatilimiz də o zəncir orada olduqca biz məhv olacaq. Ona görə bir yerdə durmaq lazımdır və biz onu durdurmuş. Onda o adamlar ki mənə tay türkçü oxuya bilmirlər. Biri də insanlar var ki, mənə tay türkçü oxuya bilmirlər, amma istəyirlər oxuyarlar. Bunlar farsını rahat oxurlar, onda rahatdılar. Bunlara nə cür əlaqə saxlayacaqsınız? Böyle ora qadir. Bayaqlar dedim ki, insanlar rahat tələbdilər. Əgər milli istəklər həqiqətən əhəmiyyətlidirsə və biri həqiqətən öyrənmək istəyirsə, çaba qoyub, yəni biz bu formada bunu o dildə qoymadığımızda əsasında bir türlü o oxuyanları da milliləşdirməyə və milli dilimizi yazıb oxumağa təşviq edilməkdir. Onun səsli formasını da biz eləmişik, işləmişik üstündə. Hətta videosunu da qoya bilərik. Yəni ki, çünki indi məsələn adam maşın sürür, biz belə düşünürüz. Maşın sürür, oxumağa vaxtı yoxdur. Amma indi texnoloji var da, maşın sürəndə açsın ora, demək, orada səsli danışır, deyil, nizamnamənin və ya manifestunun səslisi də var. Yəni, farsça olması illa şart deyil. Bu məntiqlə müxalifik biz, onun işləy olmadığını və siz məsələn farsça tapırsanız, mütləq gəlib türkçəsini oxursunuz. Yorulursunuz, amma oxursunuz. Və 5 dənəsini oxuyanlarsa, onu da davanlaşacaqsınız. Bu da bir məsələdir.
Salih bəy, bu da bir məsələdir ki, insanlar rahat tələbdirlər, rahatlıq istəyirlər və seçki imkanları çoxdur. Yəni məsələn deyirəm, mən indi burada bir şey axtarıram, görsəm ki, yoruluram, deyirəm ki, baba, at kənara, atıram kənara, gedirəm ayrısını oxuram. Yəni tutuldu. Çünki seçki imkanı çoxdur. Ola bilər, siz nə qədər deyəniz şu milli ruhu vardı, yorulmaq ondan önəmlidir. Çünki mən məsələn biləxərə deyirəm, tamam, mən ruhlu millətçiyəm də, hala məsələn Salih bəyin təşkilatını tanımasam, o birisi Salih bəyin təşkilatını, bu birisi filan kəsin təşkilatını tanımasam nə olacaqdı? Necə ki, heç kəs tanımır. Yəni, heç kəs deməyək də, bu çox iğraq olar təəssüflə. Bir çox adam tanımır. Mənə tay adamlar, məsələn, bəzən təşkilatların adını eşitməyibdir. Yəni, mən, məsələn, dünən Cənabuzdan soruşdum ki, Haşim bəyin özünün təşkilatı ayrıdır, ya Mahmud bəylə bir təşkilatı vardı. Niyə? Çünki mən rahat tələb bir adamam. Deyirəm ki, hər nə mənə çətin olsa, qoyuram kənara, deyirəm, mən daha gedim bir ayrısını oxuyayım. Buna qoyduğum zamanda gedərəm 2 bərabər ayrı mətləb oxuyaram. Məsələn deyirəm. O bir məsələdir, o mənim nəzərimə gəlir ki, bu məsələyə bir fikir. Əlbəttə o ki, səsli qoymusunuz, o müşkülə həll edir biraz. Amma hər halda bu da bir məsələdir. İndi biri başqa sorun olacaq. Sizin nizamnamə əsasında keçənci gələsində də buyurdunuz, insanları üzv olaraq götürürsünüz, denəyim dövrəsi olur, yəni bir azmayış, təcrübə dövrəsi olur ki, görək bu adam oradan geçir ya yox. İndi təşkilatı necə qorursunuz ki, bu təşkilata məsələn, hər adam girə bilməsin, itilaat girməsin, paslar girməsin, düşmən girməsin, gəlib sabahları bu təşkilatın adamları tutturmasın. Bunu hangi əsaslarla qorursunuz? Yəni, məsələn, bir nəfər indi qulaq asır əlan, deyir ki, mən gedim Güney Azərbaycan İstiqlal Partisinə üzv olum. Təbrizdədir, Urmiyədədir, Zəncandadır, Tehrandadır, hər yerdədir. Deyir ki, mən istəyirəm bura üzv olam. Gözəldir, sevdim, bunun qəşəng fikirləri var. Amma mənim canımı necə qoruyacaqdır? Mən getdim orada üzv oldum. Sabahları məni tutub aparmayacaqlar. Buna hangi əsaslarla qorursunuz ki, insanları və üzvlərinizi, təşkilatı? Bunu da biz əsasən təşkilat formamızı bunu bir chart olaraq dəqiq yazmışıq ki, bu necə təşkilatlanmalıdır və necə şəxslər qorunmalıdır. Əvvəla, çox olubdur. İnsanlar gəlib, məsələn, baş vurublar. Biz bilgilərin, bunlar, yəni, hətta o azmayışı dönəmə belə geçmədən, bunlar biz dənəli, bu dənəkdən düşüb. Görmüşük ki, məsələn, yanlış bilgilər verib. Adam gözməsən bizə bilgisini verib, bir dənə adres verib. Girmişik, təqdirləmiş, görmüşük Tehranda bir dənə restoranın adresini. Bu qutuldu da, yəni orada bombəsdir. Ondan sonra bu adam istəyir, 1001 adam bunu təyin eləsin, bizə onluqda bitdi. Güvən və əvvəldə dedim ki, bunu birisi, partidən birisinin ən uyğun adı budur ki, partidən birisinin bunu mərifçilik eləməsi qarantı olması. İkincisi, bu olmadıysa, tabii müraciət edib, biz istəyirik üzv tutaq, şampat tutaq, milləti cəlb eləyək bura. Tabii ki, ona da bu şansı veririk. Bizim içimizə itilat girməyibdir, girib. Və inanın ki, çox fəaliyyət edirlər. Və biz təşxis vermiş, hətta bəzilərini də bilirik. Bildirməmişik ki, biz bilirik sən itilat eşliyirsin. Elə bəyanatımızı da veririk, yapayacaq. Amma elə orada saxlamışıq da. O, oradan o tərəfə geçə bilmir. Yəni, bizim bir sistemimiz vardır ki, üzvləri bir-birinə vəslələnir. Üzvlər salxım forması, üzüm salxımı vardır. O salxım formasında üzvlər gəlir, öz rabiti ilə təşkilata daxil olur və bildiyi, tanıdığı adamla ki, gəlibdir, fəqət onu bilir. Daha o birisi üzvü, onun qonşusunda bizim bir ayrı üzvümüz var, amma o bilmir. Məsələn, xəbəri yox. Zərurət görmürük biz bunları tanışda. Bu təşkilatın əmniyyətinə görə, bəqasına görə, davamına görə. Ona görə bu demək, güvən birinci növbədə gəlir və o hangi kanaldan gəlibdir, orada o kanaldan irtibat sürmək, məsələn, mənə çox olub ki, üzvlər, deyək ki, Həsən ilə vəsb olubdur partiyaya, direkt istəyib məndən danışsın, demişəm ki, yox, filan kəs sizin məhsulunuz filan kəsdir.
onunla danışacaksınız. Nəyiniz varsa oradan ileteceksiniz. Çünkü bu tabii benimle danıştığımda sabahları dönüp başkasıyla da danışacak ve bu bir seri bilgi deme dağıtımına veya protokol bozuntusuna sebep ve tehlikeye düşürür. Burada gelen insanlar en değerli, hayatta en değerli varlıklarını bize emanet edir. Doğru. Canları. Ve o canı korumak da bizim başımızın borcu. Bize çok olubdur. Mesela bu ölkələrlə, təşkilatlarla söhbətdə imkan kömək istəmişdir, yardım eləsinlər. Mesela üzvlərindən list istəyirlər. Əslən birini də verməmişik. Açıq nümayəndələrimiz bəllidir. Allah hamı tanıyır, eşikdə təmsilçilər, açıq nümayəndələr bəllidir. Bunlar var. Bunun dışında bir dənə də ad verməyik. Çünki o adamın həyatı, onun canı sizin verdiğiniz köməklərdən çox-çox dəyərlidir bizə. O hər şeyini verir bizə. Ona səhər deyəndə getginən filan yerdə özün demək bu işi gözünü ne deyim kırpmadan gelip bu işi görək. Ona göre onu da ben bütün samimiyetimle, bütün varlığımla onu korumak mecburiyetindeyim. Bizim yani hücreler formasında müstakil, her hücre müstakildir. Direkt təşkilatla, öz kanalıyla təşkilatla bağlıdır. Oradan yönlendirilir. Hamısı eyni işi görür ama birbirlerine haberleri yok. Zamanı gələndə o umumi hərəkət olanda son savaşda tabii ki bunları birbirindən birləşdirib ordulaşdırmaq və sistemləşdirmək və o zamana qədər də bunlar imtahandan çıxanlar kimlər daha güvənlidir və güvən qazandıqca da parti mövqeyi, məqamı artır bunu. Yani mesela bugün bu şəxs bir dənə sadə üzvlü kimin qarışıbdır, bir müddət içində güvəni qazanır, bu daha sadə üzvlükdən qalxır. Mesela bir bölgə ya məhəllə ya mesela bir sınıf məhsulu veya bir bölümde bir məsuliyyət öhdələnir. Və onun vasitəsilə, yani o güvən vasitəsilə qurulduğu üçün bunu minimallaşdırmağa çalışır. Bu sıfır olacaq mümkün değil. Çünkü siz insanları bilmirsiniz. Hatta belə millətçi olarak gəlib, heç ittilata daxil olmasa da gəlib, girib, içimizdə işləyib və ittilatın başqalarına məruz qalıb əməkdaşlıq eləmə ehtimalı var. Bu həmişə olubdur. Bunu biz deməyək ki, olmaz. Məsələ deyək ki, gəlib, məsələn, üzvüdür, belə möhkəmlə millətçidir. Deyək, bir dənə zəif nöqtəsi var, tapır ittilat. Ailəsi vardır, qohumu vardır, qardaşı vardır, bacısı vardır, anası vardır, uşağı vardır. Məsələn, deyək, uşağını götürdülər, qaçılıblar. Tapancanı qobla başlayın. Məsələn, bunu biz öldürə bildik. Bizimlə işləyəcək. Elə orada da dur. Millətçiliyin de elə, istiqlalını da de, elə bize yaman da deyəcəklər. Amma bizə bilgi verəcəksin. Görürsünüz ki, burada nə qədər tapılıbdır şu təşkilatlarda, dövlətlər, Kanada, Amerika, Alman təzəlikdə Çin casusları tutdu. Məclislər, nümayəndə məclisin demək, Çinə casusluq edir. Avropa Parlamenti. Yəni bunlar hər daim mümkündür. Ona görə biz də bir sistem qurmuşuq ki, mümkün dərəcədə bunu minimallaşdıraq və eyni zamanda yüksək səviyyədə üzvlərimizin əmniyyətini qorumaq üçün bunları bir-birindən mücərrəd, amma sistemli formada hərəkətlər. Sağ olun, təşəkkür edirəm. Dostlara bir də salam ərz edeyim. Bir çox dostlar gəlirlər, salam yazırlar, ərzə ədəb. Çox sağ olun, təşəkkür edirik dostlar. İndi Salih bəy, fərz buyurun ki, mən heç kəs məndən əlaqə tapmayıbdı. Mən də online bir şey oxudum sizə görə. İstədim online əlaqə tapam. Bunda nə tür edirsiniz? Yəni mənə deyirsiniz, mən deyirəm ki, salam aleyküm, e-mail yazdım cənabınıza ya partiya ki, salam aleyküm, mənim adım budur, mən sizin əlaqəm oldu, istəyirəm sizi tanıyam. Onda nə edirsiniz? Yəni mən bir adamın tələhi ilə gəlməmişəm, onda nə edirsiniz? Tamam, əvvəl soruşuruz ki, siz kimsiniz, bilgilərinizi və sizin bilgilərinizi təyin edəcək milli hərəkətdə adam bilirsinizmi, tanıyırsınızmı? Yəni bizim tanıdığımız deyil, onun tanıdığı hərəkətdə biriləri varsa və ya yoxdursa, mümkün birisine heç yoxdur da, çıxıbdır. Tamam, o zaman bilgilərini istəyirik. Ad, soyad,
ana adı, dədə adı, doğum yeri, yaşayış yeri, telefon nömrəsi. Biz başlayırıq təhqiqatımıza. İndi o bölgədə haranı ki veribsə, orada bizim adamlarımız var. Bunlardan araşdırırıq, təhqiq edirik. Bu adam bu adresə bir başvurun, təhqiq elə, göz altında saxlan. Beləncə birisi varmı? Əsə bu adamın vücudu xaricisi var deyə yoxdur. İndi digital dünyadır. Bəli, dərki o başda oturan xanımdır, kişidir, yaşlıdır, cavandır, faslı, türkdür, yazır da, yaz və Google-a çövürsün Türkçəsinə, göndərinə. Salihine bizim Günaz TV'ni Fars'ın birisi resmen Fars'la resmen Türkçe yazıları göndererek Günaz TV'ni 30 bin dolar Günaz TV'ye zarar vurdu. Pul kaçtı. Yedi bana Günaz TV'nin halkın 2 dolar 2 dolar çömeğlediği 5 dolar 5 dolar çömeğlediği 30 dolarını yedi, resmen yedi. Yani bunlar dijital dünyada bilmək olmaz. O zaman bu demək ki hardasa 2005'in 2006'nın söhbətləri. Ondan sonra tabii ki ciddi önlemler alındı ve neyse orada mən geçmem. Yani birini katılmak istəyirsə biz kül tanımırlar diye veya biz tanımırıq diye göz ardı eləmirik. Çünkü ihtiyacımız var. Azərbaycanın hər bir fərdinə ehtiyacımız. Amma bunu gedir təhqiq edir. Bizə nə qədər doğruca bilgilər verir. Dədəsi var, atası var, anası var, demək adresi var, telefonu var. Oradan araşdırıb, əgər bunlar doğrudursa, bu verdiklər, birinci verilər doğrudursa, indi siyasi oradan öyrənilir. Bu əsən milli fəaliyyətdə olub, olmayıbdır, dövlət işində olub, olmayıbdır. Nə dərəcədə çıxada bilirlərsə. Bütün də bənim mekanizmimiz var. Yəni bunlar öyrənir. Yani öcüderçeli kör durmuşuq burada. Adam oradan ne dedi onu da. Bizim de adamlarımız var girdi düşüb bunun üstüne. Mesela bize gelip demək millətçiyəm deyə üzv olan, təşkilatımızda üzv olan bu tərəfdən o heç xəbər yoxdur. Hemen Təbrizdə başqasını göndərmişik ki, təhqiq edib görmüşük ki, bu şeydir, itilatı işlidir. Yani resmen Canbaz ailəsindəndir. Cəngizdə, İran-Ərəb savaşında demək şimyai şeydən bədənin bir hissəsi də fələcdir. Məsələn, Təbrizdə hətta harda, nə işləyir, daişi nəkarlar, hamısını çıxartmış. Yəni, vücud deyil ki, məsələn, mən elə dədə babadan məsələn doğulmuşam, Türkçəyə, millətçə biz də baş üstü görüşdürəcək. Biz öz yolumuzla onu araşdırır və tapdıqda indi deyək ki, adamı gəldik, tanıdıq, görürük ki, bu bəli, dediklər doğrudur, millətçi də deyil, dövlətdə də olmayıbdır, əsən milli şuuru da çox zəifdir, tamam, başlayırıq onun üstündə işləməyə, ona və ya məsələn, çox da savadlı birisidir, ona balaca məsuliyyətlər, öz çərçivəsində. İndi məsələn, bunu eləmək üçün qüvvəyə ehtiyacın var, əmoğlundan, bacıoğlundan, dayıoğlundan, xaloğlundan, həm klasından güvənliyini alacaqsan yana, bunu eləyəcək. Görürsünüz ki, orada bir dənə həstə düzəltmişik. Ondan bir həstə düzəltmişik. Bunun işi nəticəsində uğurlu çıxırsa, bacarılı gedirsə, yavaş-yavaş o işi böyür. Yəni, bu formada gedir. Heç kimsəni, heç bir istəyi əlin dalısı ilə itələmir, bilmədən. Salih bəy, indi bu cür bir adamlara, indi ya doktorası var, fوق lisansı var, lisansı var, mədrəsəyə gedibdir, az dərsi var, biləxərə milli bir adamdır. Məsələn deyək, əlaqəsi var, istəyir gələ bir sizin partiyə. Sizin parti bu təhqiqatdan sonra bir mədrəsəsi, bir danışgahı, bir kolleji, bir sistemi vardı ki ona təlim verə, yoxsa elə adamlar məsələn nə cür təlim verirsiniz? Bu adamların siyasi düşüncəsin, strateji düşüncəsin, bunların milli düşüncəsin. İndi məsələn burada tərif edirsiniz. Əla məsələn mən cənabınızın əlbəttə mən şeyi oxumuşam, manifesti oxumuşam, amma deyək ki indi burada mən tanış oluram. Beləsi fərz edək ki mən burada tanış olurum deyə dostlar burada tanış olurlar. Burada nə cür olur? Yəni bir sistem vardı, təlim sistemi insanlara örgədə sistematik örgədə bunları. Əslində belə olmalıdır. Yəni partilər, profesional partilər, herfey partilərin klasları olur və bunlar dəyişik bölümdə olur. Məsələn, öğrenci olur, tələbə olur, göstərə təbiyyəsində olur və ya məsələn
addi səviyyə. Müəllim olur, mühəndis olur, Bəli, döktür olur, biləxərə. bəli, bəli. Amma biz yəni deyək məsələn o səviyyədə bir professional bir parti deyilik ki, mədrəsəmiz, universitetimiz, kollecimiz olsun buna. Amma çox partilər vardır, çox rəsmi, yəni güclü partilərdən bunları var. Məsələn, Türkiyədə biz görürük bunları ki, universitetlər sahibidir və eğitimlər verirlər. Amma partinin özünün eğitim sistemi demək, indi bizim imkanlarımızın daxilində bizə gələn soruları, yəni birinci mərhələdə çalışırıq ki, bütün qatılımçılara nizamnaməni, manifesto veririk, indi səsli və ya sualı varsa gəlib bunları izah edirik ki, bunu tam mənimsəsin. Mənimsədikdə təbii ki, gündəlik sorular, gündəlik məsələlər və bunları öz kanallarına yönətib və onların cavabını da biz indi toplayıb ya bir ümumi formada qoyuruq ortalığa, məsələn bir dənə video çıxışında, ya bir audio çıxışında və ya bəlli toplantılarda oturub məsələlərini izah edirik. Amma öz rəsmi klaslara qoymağa ki, gərək qoyan əsasında bizim bugünə qədər maddi imkanlarımız yetmədiyindən dolayı maalesef o hədəfimizə uğraşa bilməmişdik. Yəni buna enerji istəyir, imkan istəyir, işləmək istəyir. Biz maddi olarak ona çatmadığımızdan dolayı o baxımdan biraz yəni dalıdayıq. Yəni o gereken ideoloji səviyyədə necə? Yəni indi deyək ki, məsələn onlayn klassda qoya bilmirsiniz. Əcəba onun özünə də qoyurlar, onun özünə də yenə də baxın sizlə indi bu verilişi aparmaq üçün nə qədər çalışılır. Dünən orada kəskinən qaç bunu hamımızın bizim işimiz var. Biz yani profesyonel siyasi olduğumuzda, herfeyi olduğumuzda, işimiz fakat bu olanda, onda olan hamısı olasıdır. Yani sabah durursan, gece yatana kadar bu işinle məşğulsan. Ama biz fakat bu işinle məşğul deyirik ki, biz sabah dururuz, gedirik işləməyə, gerək çörək çıxır, evin kirasını verir. Talih bəy, bu şey olmaz ki, bu ne deyirlər, acaba bu iki imkanımız yoxdur, bu bir dəlil ola bilər ki, bu önemli bir şeyden geçsək deyək ki, yox. Məsələn, ideolojik amuzиш verməsə, siz bir insanları tərbiyyət eləməsəz ideolojik olaraq, hardan sizin o prensiplərinizi belə müraat eləyə bilər? Onu bu formada həll edirik ki, dediyimiz kimi, biz soruları alırıq, bu sorular gəlir, toplaşır, bunlara məsələn bir dənə video çıxışında, bir dənə deyək məsələn səsli bir formada hazırdır və ümumi formada yayır və o tərəflərdə də verir və üzvlərimizə gəldikdə, təbii ki, bunların üzərində. Məsələn, biz deyək ki, özəlliklə də kadr səviyyəsində mənim özüm çox vaxt qoymuşam. Çünki təlim leveli fərq edir. Kadr səviyyəsinə gəldikdə, bilən görürsünüz ki, kadrların üzərində gündə bəzən olubdur ki, məsələn 2 saat vaxt qoymuşuz. Yəni, fakat danış sorularına cevap ver, bunu necə eləməlisən, bu bilənki hallarda nə tavır qoymalısan, məsələn filan yerdə yanlış elədin, onu necə düzəldəsən və s. Tabii bu dəlil olmaz. Ama bizim imkanlarımız bu həddə yetirir. Yəni bu səviyyədə eləyə bilirik. İmkanımız olsa təbii ki, üniversitə. Mən İnqilabda 57 inqilabında uşaq idim. Yəni 13 yaşım yarım olardı ya 12-13 bu arada. Yox. Onda mən yadıma gəlir ki, bu təşkilatlar ki, azadlıq idi də, o bir il xüsusən çox azadlıq. Əlbəttə o bir ildən sonra da çox insanlar əqidələrin üstündə, yəni gedirdilər bu partilərə, partilərin ruznamələrini tutuldular, edam oldular, bəyaniyələrin, o kitablar, cüzvə, hay nə mənə deyirdilər adına, bir cüzvələri var idi. Cüzvə ayımızda. Sizin məsələn amuz cüzvəzadınız var ki, insanlara yayasınızlar, vaxt yoxdur mədrəsədə qoyasınız. Əcəba bu cür bir cüzvələriniz var, insanlara verirsiniz. Azərbaycan, mənim bunun partiyada bəlli mövzuların üzərində silsilə söhbətlərimiz olub. Yəni ki, mənim və ya başqa parti mənsublarının tərəfindən olub. Misal, Azərbaycan ideolojik əsasları üzərində, əlbəttə bizim silsilə
söhbətlərimiz var. Həm videosu, həm audio formasında və Azərbaycan demək, taktik stratejisi haqqında bəli, əlbəttə bunlar eləmişik, vardılar. Cüzbə formasında, yəni yazılı formasında dediyimiz kimi bir indi desək ki, müşəxəs manifestomuz və nizamnaməmiz var. Amma danışıq və video demək çox bu ideolojik məsələlər, milli məsələlərin üzərində, yəni klas olacaq söhbətlərimiz, çıxışlarımız var və yönləndiririk. Yəni biri müraciət edəndə, məsələn, bu videolara bax, bu səslərə qulaq as, bunu demək 1, 2, 3, 4 bunları gedin təqib edin. Bəli, var. Təşəkkür edirəm. Sizin bu mənsub olduğunuz təşkilatın idarə sistemi neçə mərhələlidir? Yəni birbaşda sözçü var, bir də aşağıda nə cürdür? Yəni nə cür idarə olur? İdarə sistemi necədir? Partiyanın ən yüksək demək postu, məqamı sözçüdür. Əlbəttə indi bunu biz o zaman sözçü demək adını seçdik. Əslində bu Türk dilində sözçü işlənilmir. Sözçü bu gün bizim işlətdiyimiz mənanı daşımır. Bu tərcümədir. Farsçadan soxanqu olubdur sözçü. Əslində Türkçədə o soxanqu danışman, sözçü deyil. Yəni biz gəlməsə danışman qoyardıq. Ya nə biləm, başkanlıq sistemi vardı. Hətta biz bir arada söhbət olundu ki, başkanlığa geçək, sistemə geçək. Çünki hər yerə gedirsin, deyir ki, sözcü deyir, bəs başkanlıq. Yəni bu kültür yoxdur da. Və maraqlıdır, bizdən sonra da bütün qurulan qurumlar, təşkilatlar hamısı elə sözcü, yəni bunu təqib edər. Bu formada təqib edər, sözcülər olur. Başkan olmadı. Biz indi özəlliklə də dövlətlərlə və başqa partilərlə əlaqədə bu məsələlərlə üzləşdiyimiz üçün bunu başkanlıq demək formasına çevirməyə, ancaq buna da qurultay qərar verdi. Yəni ki, öz yanımızdan oldu, başkan olmaz. Bunu qurultay qərar verdi. Demək, bir yüksək məqamı dedi sözcüdür. Bunun demək, təmsilçiliklər var. Ölkə, bölgə, qarda təmsilçilikləri var. Ki, bunlar əsasında eyni zamanda da... Mərkəzi şura zat yoxdur da, yəni mərkəzi şura yoxdur. Təmsilçilər və... Bu təmsilçilər eyni zamanda idarə rəhbəriyyət şurasıdır. Mərkəzi şura deyil, rəhbəriyyət şurasıdır. Yəni, biz əsas məşvərətləri bunlarla olunur, danışılır və indi özəl bir məhəllə üçün, özəl bir məsələ olsa o bölümün özü ilə danışılır. Yox, partinin ümumi siyasətidirsə, bu təmsilçiliklərin, nümayəndələrin, yəni partinin nümayəndələrinin, rəsmi nümayəndələrinin indi müzakirəsinə çıxarılır, danışılır, qərar alınır və ona görə əməl olur. Ondan demək, təmsilçilik, şəhər, ölkə təmsilçiliklərlə gəldi. Daha demək, bölgə ya məhəllə məsulları vardı, həstə məsulları vardı. Yəni, məsələn, birisi görürsünüz ki, bizim partiya deyək, məsələn, 5 ildir üzvüdür, indi görüb 4 dənə, 5 dənə özünün həvadarı var, tanıdığı vardır, qrup düzəlibdir, onların məsuldur, onları yönəldir, ta gedir addi üzvə və ondan gedir demək, sempata, havadara və bu formada. Əlbəttə, addi üzvü də sadəcə addi üzvü kimi biz orada qoymuruq. Çalışırıq onların demək, yetənəklərini, yəni bir şey yükləməyək ki, məsuliyyətinin
altında qalsın, əzilsin, yansın, eləyə bilməsin, məsələn, qutarsın, buraxsın, geçsin. Bəlkə yetenəklərinə dayalı bu işi görə biləcək bir məsuliyyət ona veririk ki, daha məsul fəaliyyət eləsin, hərəkət eləsin. Sadə elə məsələn, mən bu partida deyək, elə üzviyyət verəcəm, adı partinin üzvünü daşıyacağım, deyil. Bu parti üçün bir işdə görməlidir. Buyur. İndi bu adamlar ki aşağıdadılar. Bunlar üstə nə cür gələ bilirlər? Yəni bunlar nə cür gəlib şurayı rəhbəriyə ya hətta sözçü mövqeyinə gələ bilərlər? Ya əslən bu sistem vardı, belə bir şey ola bilər ya olmaz. Partida hər kəsin seçmə və seçilmə haqqı var. Hər kəsin. Yəni əlbəttə 2 il partida üzv olur. 2 il partida üzviyyəti, rəsmi üzviyyətindən 2 il keçməlidir ki, bu aday, yəni kandid ola bilsin. Amma seçmə haqqı var. Seçmə və seçilmə haqqı var. Yəni birisi indi fəaliyyətlərindən biz məsələn təşxis veririk ki, bu adam çox aktivdir. Bunun enerjisi, potansiyeli, bacarığı vardır. O ləyaqətinə görə, yetenəyinə görə, mən dedim yetenəklərinə görə bunlar dəyərləndirilir. Yetenəyinə görə o özü böyüyür, gəlir, görürsünüz ki, olur məsələn, bölgə təmsilçisi, şəhər təmsilçisi, ölkə təmsilçisi, ya məsələn, iqtisadi bölümdə daha məsələn, verimlidir gedir, iqtisadi bölümdə və ya məsələn, əskəri, deyək, nizami bölümə çox maraqlıdır, nizami bölümə yönləndirilir, kültürel bölümdə məsələn, təsiri, bacarığı çoxdursa, orada teknoloji bulunsa, məsələn, texniki yönləndirilir və orada böyür. Təbii ki, bu partide əgər gənc qüvvə yoxdursa, gəlmirsə, məsuliyyət almırsa, bu parti ölümə doğru gedir. Yəni ki, o davam gətirə bilməz. Hər bir partinin yaşayışı üçün yeni qüvvəyə, gənc qüvvəyə ehtiyacı var. Və ona görə də bu dinamik işlək üretici insanların qabağı açıqdır. Biz ləyaqətinə, yetenəyinə görə onları əlindən tutub çəkirik yuxarı. Məsələn, görürük birində bir şey var, ona təklif edirik. Bəzilər, məsələn, bəzi zamanlar hətta təkliflərdən çəkin deyil, qorxuram eləyərsən. Nigaran lazım ola bir sən kömək eləyər. Amma arxanç eləyə bilərsin. Yəni, bu güvəni yaradırıq. O üzvüdə siz bunu eləyə bilərsiniz. Və bu güvən olmalıdır ki, olmazsa, o inam olmazsa, başqasını inandıra bilməzsiniz. Yəni, bir nümayəndə özü bir işi görə bilməyə inamı olmasa, başqasını cəzb eləyə bilməzsiniz. Ona görə yetenek və istəyi olan, fəaliyyəti olan üçün parti açıqdır. Bir sual soruşacağım. Bir sual soruşacağım, amma buna istərsiniz cavab verməzsiniz. Yəni, bəlkə əmniyyət hesab edersiniz. Mən qəbul edirəm bunu. Sizin mərkəzi şura, yox, rəhbəri şura dediyinizin neçə üzvüdən ibarətdir? Onun limiti yoxdur. O bizim, yəni, illa məsələn 5 nəfərdən olacaq, 3 nəfərdən olacaqdır, ya 15 nəfər olacaqdır. Bizim hər kəs ki, ölkə nümayəndəliyinə yetişir, demək ki, rəhbəriyyət şurasındadır. Tamam. İndi neçə ölkədə nümayəndəz var məsələn? İndi bizim var, məsələ, deyək, Türkiyədə var, Azərbaycanda var, İsveçrədə var, Brükseldə, deyəlim, Belçikdə var, Almanda var, Amerikada var, Kanadada var, İngiltərədə var. Var, birçok ölkədə var. Yəni, bu anda indi bu sistemin bir, məsələn, mən bilmirəm, biraz qədimi fikirləşdirəm. Çünki mən təşkilatdan bildiyim o inqilaba qeydir, 57 inqilabından. Onda hamı ideolojidən danışırdı ki, yəni bir tane təşkilatın ideolojisi olmalıdır. Və bu ideolojini əvvəlin, birin ən başda gələn şey ki, öyrənməlidir, bu ideolojidir. Çünki ideoloji buna deyir ki, sən nə cür düşünəcəksən, nə cür baxacaqsan, nə cür təhlil eləyəcəksən. İndi sizin belə bir ideolojiniz var mıdır? Əlbəttə. Yəni, milli ideoloji, millətçilik bir ideolojidir. Milli ideoloji əsasında, milli
ona görə biz bunları açıqlayırıq. Milli mənfəətləri tanımaq, milli ideolojinin demək, milli fəlsəfiyə hakim olmalıdır. Bunları təbii ki, ideolojisiz bir təşkilat olmaz. Yəni, eyni ideolojiyə malik insanların bir vahid hədəfə doğru birləşməsidir bir təşkil. Yəni, müşəxəsən burada bizə əlbəttə ideoloji deyəndə, məsələn, elə belə gəlir ki, məsələn, deyək ki, fəqət müsəlman, İslam məsələn ideolojidir, marksizm bir ideolojidir falan. Yox, yox. Milli ideoloji. O şey ki, bizdən uzaq, bizi ondan uzaq tutubdur. Milli dəyərləri, milli adətləri, milli demək, uyğarlıqları toplayıb və bunun bir milli karakterin oluşturması. Onun üçün də milliləşməsi. Hər şeydə milli. Beyin, danışıq, yazma, düşüncə hamısı milli olmasa, elə onda belə olar ki, gələr görsün ki, oturur məsələn Təbrizdə deyək ki, mən milli fəallam, məqam-ı müəzzəm rəhbəri yazar orada deyək ki, məsələn, mənim filan hüququm niyə şey olubdur, sizin əcəba xəbəriniz vardır ki, məsələn, mənə zindanda mürəxəslik verirlər. Çünki bu milli olmayıbdır. Bu, yəni milliləşə bilməyib. Bu, hələ məqam-ı müəzzəm rəhbəridir. Və ya məsələn, o milli görüşü İranın buna oluşturduğu milli görüş. Milli ideoloji əsasında Güney Azərbaycan İstiqlal Partiyasının ideolojisi milli ideoloji. Yazılı ideolojisi var? Yazılı yox. Yazılı olan manifestomuzdur. Yəni bu ideolojini tərif edir. Yəni bunun əsaslarını tərif edir. Manifesto. Elə bizim o ideolojinin milli demək ideyamızın təriflərdir. İdeoloji nədir? Sizin hər bir şeyə bir tərifiniz olur. Haqqa bir tərifiniz olar, ədalətə bir tərifiniz olar, istiqlala bir tərifiniz olar, dövlətə bir tərifiniz olar, demokrasiya, hüquqa, insan hüququna, buna, coğrafiyə, vətənə tərifiniz olar. Bunların hamısı manifestomuzda var. Amma bunu deyək, məsələn, milli ideoloji adı ilə deyil, manifesto adı ilə, bəli, bu ideolojini yaygınlaşdırmağa, açıqlamağa, yaymağa, xalqımıza çatdırmağa çalışmışıq. Bəli, ideoloji olaraq, yəni, mən manifestonu oxudum, amma manifestoda təriflər verilir, doğrudur. Yəni, kəlmə-kəlmə təriflər. Amma siz ideoloji bir başqa bir şeydir. Yəni, bunların hamısının bir-birinə düyünlür və sizi düşüncə tərzinizə yol verir. Yəni, ehtiyacı yoxdur sizə parti desin ki, nə eləməlisiniz. Siz ideolojini biləndən sonra yolu bilirsiniz. Yəni, əlinizdə bir çıraq var, tutursunuz, ondan gedirsiniz, amma sizin yoxdur zahirən belə bir şey. Elə o nizamnamə, elə o demək manifest və o milli dəyərlər toplusu olur milli ideoloji. Yəni, yəni bunlar o tərif, o milli ideolojinin elə bir parçasıdır. Deyək ki, mənim baxışımdan vətən budur. İndi məsələn, Marx vətəni nə tərifləyibdir, Engels nə tərifləyibdir, ya məsələn, Hobbes necə tərifləyibdir, ya məsələn, Montesquieu necə tərifləyibdir, o başqa bir məsələ. Mənim tərifim vətəndən budur. Mənim tərifim millət. Təbii ki, siz öz ideolojinizi yaradacaqsınız. Siz o birisi ideolojiləri istəmirsiniz danışa. Siz öz düşüncənizi deyirsiniz. Çox gözəl. İndi biraz fərqli soruşacağım. Hər təşkilatın mali imkanı olmalıdır. Mali bir imkanlara sahib olmalı, qaynaqları olmalıdır. Sizin təşkilatın mali qaynaqları hardan təmin olur, ya necə təmin olur? Bizim bu günə qədər maddi qaynağımız sadəcə üzvlərin demək köməyi ilə, üzviyyət haqqı ilə təmin olunur. Amma bu yeterli deyil. Yəni ki, bizim gedirlərimizin, xərclərimizin çox altındadır. Ona görə imkanlı, partinin içində imkanı olan vəziyyəti yaxşı olanları ilə zorla məcbur edirik ki,
Sen bu kadar çömək eləyəcəksən, bu kadar xərcimiz vardı. Ya bu kadar pulumuz qalıb ortada, xərcimiz var, öhdələnməmiş. İndi hər məsələn deyək ki, ayda bir 50 dollar, 100 dollar zorluq da çəksə qoy və bunu həll edeyim. Siz yəni heç bir dövlətdən, hər bir təşkilatdan pul almışsınız? Alamamışıq, demək ki, alamamışıq. Əlbəttə biz almağı da pis görmürük. Yəni necə verilməsi, nə şərtlərlə, yəni ki, heç bir şey qarşılıqlı deyil. Qədim, məsələn, siz o təşkilatlardan dediniz, yəqin ki, bunu da bilirsiniz ki, hər bir təşkilatçı qurulardı, onda o dönəmdə çox təşkilat qurulurdu. İnqilabdan sonra hər gün elə bir təşkilat qurulurdu. Forqan çıxırdı, Peykardan, Raqargərdən, Bərzigərdən tutdu, bu tərəfdən gələcəkən Müvəhhidindir filan və çıxıb da hər gün qrup çıxıb. Və belə yazırdılar ki, birincisi, qeydsiz, şərtsiz hər kəsdən pul alır. Heç kimsə də qeydsiz, şərtsiz pul verməz. Yəni bunu biz öyrəndik ki, qeydsiz, şərtsiz heç kəs pul verir. Hər kəs bir pulu ki verir, bir şey istəyir. Bu da bir ticarət, bir biznes. Və bizim ideolojimizə, inanclarımıza, hədəflərimizə uyğun olmadıqları üçün o istəkləri biz qəbul eləmədiyimizə görə bu günə qədər biz yardım ala bilməmişik. Yəni başqa bir dövlətdən. Heç kimsən də buna məhdud eləmirik ki, kimsə ala bilməz. Hər bir qrup müttəhid ola bilər, kömək ala bilər, yardım ala bilər. Əgər onun o prinsiplərinə zərər yetirmirsə. Bizim prinsiplərimizə bu günə qədər zərər yetirməyəcək bir yardım olmadığına görə biz bu günə qədər ala bilməmişik. Məsələn, bizə bir şərait gəldi. Çox böyük məbləğdə. Fəqət bizə deyil. Yəni İstiqlal Partiyasına deyil. Bizim qeyri-fəs millətlər cibhəmiz var. Bilirsiniz. O cibhədə 2005-ci ildən də biz orada fəaliyyət edirik. Bu cibhəyə böyük məbləğdə pul təklif olundu. Amma istəkləri qəbul olunacaq bir şey deyil. Yəni bizə birinci şeylər budular ki, dedilər ki, siz bugün milli məsələdən, istiqlaldan danışma. Gəlin, İranda teokratik dəyişikliyə girin. Niyə? Yəni, hər şeyi qoy kənara, sənə pul verilir, geçin oturda, o deyəcək, bunu deyəcək. Onu səbəblər, onu kəsin, onu kəsin. Biz bunu qəbul eləmək. Hətta məsələn, bizə bir ərəb ölkələri ilə çox ciddi bir prosesin içində çox yaxınlaşmışdıq ki, və hazırla kömək eləsinlər. Amma şərtləri uyğun deyil, ağırdır şərtlər. Yəni, o şərtləri qəbul eləmək kölə olmaq. Yəni, gərədə otursan odur, deyəcək, sən icra edəcəksin. Ona görə biz bu günə qədər ala bilməmişik. Əgər hər hansı bir tür bizim ortaq mənfəətlərimizi nəzərə alaraq, bizim prinsiplərimizə zərər verməyəcək, mənfəətlərimizi təhlükəyə salmayacaq bir şərtlərlə kömək eləsə, illa qəbul eləyər. Yəni, deməyək ki, biz heç kəsdən istəmirik, heç kəsdən müraciət eləmişik. Amma şərtləri danışıq zadında razı olublar, biz razılaşmamışıq. Çünki o şərtlər... Bir dövlətlər var, Salih bəy, bir dövlətlər var. Bir də məsələn, institut deyirik da ingiliscə. Yəni, təşkilatlar var, bank kimi, nə bilim, şirkətlər kimi, fabrikalar kimi. Bunlardan kömək almışsınız ya yox, ya gəlsə alarsınız ya yox. Gəlsə, şərtlərimizə, bizim prinsiplərimizə zərər verməyəcək olursa, mütləq, yəni alın. Amma belə bir yer biz tanımırıq ki, məsələn, bir dənə bank gəlsin, sizə kömək eləsin. Yəni, və ya bir institut, bunlar ki, vardılar ki, beynəlxalq təşkilatlar, məsələn, insan haqları təşkilatları var, kömək eləyirlər. Bəzi insan haqları təşkilatlar da qurulub, bunlardan gedirlər, kömək alırlar. Amma siyasi bir quruma, bizim kimi, bizim məsələ, İnsafələr bəy, siz bıraxın kömək eləməkləri, bizə burada qısıtlamalar var. Bizi hər bir çıxışdan sonra sorğu-suala çəkirlər. Onu dedi, hədəfiniz nə idi? Siz xalqa deyirsiniz, məsələn, silahla. Siz nə istəyirsiniz? Terror istəyirsiniz eləyəsiniz.
Çəkirlər burada sorğuya. Yəni o deyil ki, hələ gəlsinlər bizə pul versinlər. Yox, bizi sorğuya çəkirlər. Yəni siz xalqı xüsunətə çəkirsiniz. Kimi vuracaqsınız? Niyə silahlanırsınız? Niyə silahlanmaqdan danışırsınız? Məsələn, dediniz ki, getginən filan işi görürsən, bu məqsədiniz nədir? Yəni, belə deyil ki, biz elə burada oturmuşuq enine boyuna sözü də. Hər bir sözün də asıca məsuliyyətə cəlb olunur. Qalsın ki, belənci bir durumda, yəni biz bir istiqlalçı bir təşkilat olaraq İran dövlətini yıxıb Azərbaycan, yəni dünyada dəyişiklik olur. Dünyanın coğrafyası dəyişir, dünyanın jeopolitik durumu dəyişir, siyasi vəziyyəti dəyişir, dəngələr dəyişirlər. Bu rahatlıqda deyil ki, gəlsinlər desinlər ki, bu pulu geçin. Onlar çala bilirlər, onlar o şərtlərə tabi olur. Yəni, hətta Azərbaycan hərəkatından indi ala bilirlər, alanlar vardı, yoxdur. Mən bunu danışmıram, istəmirəm məsələn bəhs edirəm. Amma heç kimsə də biz, yəni, düşüncəmiz budur ki, heç kəsə məhdudiyyət yoxdur. Bir qrup əgər demək, bir yerdən bir yardım alırsa, bizə görə problem deyil. Amma nəyə qarşısında alır, o mühüm. Onu orada problemləşdirir bu yardımı və ya məsələn, deyək ki, bunu məşhurlaşdırır. Yəni, bizim məsələ, deyək, biz məni Ərəbistana dəvət eləmişdir, söhbət edir, kömək istəyir. Bizə bir belə kömək lazımdır. Tamamıyla biz bunları eləsək və bizim gəlirimiz nədir? Sizin gəliriniz, sizin faydası bu olacaqdır ki, sizi təhdid edən bir terörist dövləti biz ortadan qaldıracaq. Bu da sizin qazancınızdır. Siz istəsəz savaşa girəsiniz, trilyonlar dolar xərcləyəcəksiniz. Sərhəddatınızı qoyuyorsunuz. Biz o təhdidi ortadan qaldırırıq və zəifləşdiririk. Hətta aradan da getməsə, en azından zəif bir durması. Sizin qazancınız bu olacaq. Yox, onlar məsələn bununla razılaşmır. Onlar deyirlər ki, məsələn, təbii öz mənfəətləri var. Yəni, nə qədər elə bilərlər sizi istihdama çəksinlər, hər hansı bir dövlət olursa, istihdama çəksinlər, öz pəncələrinə, öz iradələrini təhmil eləsinlər, o qədər çox sizə imkan verir. Yox, görürlər ki, heç belə bir mümkün deyilsə, onda deyirlər, məsələn, görməməzlikdən gəlirlər, məgər məcbur olur. Bizim məcbur olublar, danışmağa məcbur olublar, amma anlaşmaya gedə bilməmişdir. Görürlər ki, bu həqiqəti vardır. Yəni, xalqlar var İranda və bu xalqların məsələsi özəlliklə də bu son 2 ilin demək, inqilabi hərəkətində ki, bu qədər sərmayə yatıtdılar, dünya bir şikəstlə üzbəyiz oldu. Amerikası da, Fransası da, İngilisi də, Almanı da rəsmən pulları hədərə getdi də. İndi bunlar niyə görürlər ki, millətlər qarışmadı bunu. Böyük bir potansiyel durub kənarda. Bunu indi girirlər danışığa, amma hələ cürət eləmir. Yəni, cürət eləmirlər ki, deyək ki, bir nöqtəyə yetişməyiblər ki, bunlara kömək eləsinlər. Çünki onlar deyirlər ki, gəlin əvvəl Cumhur İslamını hədəf alın. Biz deyirik ki, bizim məsələmiz fəqət Cumhur İslamı deyil. Cumhur İslamı bizim davamızda aradan gedəcək, amma bu bizi qurtarmır. Bizim məsələmiz İranın demək, işğalını bizim torpaqlarımızı işğal eləyən İran varlığını ortadan qaldırır. Yəni, İrandır bizim təhdidimiz, fəqət şey deyil. Ona görə bu günə qədər biz hər hansı bir yardım ala bilməmişik. Belə bir sent də olsun, ya bir məbləğ də olsun, fərq eləməz. Yardım. İndi biri $1000 alar, biri 1 milyon alar. Amma bizə o olmuyor. Fəqət Azərbaycan Milli Hərəkatından, millətçilərdən və təşkilatımızın üzviyyət haqlarından və daha çox təmsilçilərin artıqlaması ilə, köməyi ilə. Bəzi zamanlarda olub, məsələn, imkanlı təmsilçimiz ona rəsmən istəmişik də boynuna qoymuşuq, istəməsə də gedib edib bu təşkiləri öhdələnir. Buyur. Çox sağ olun. Siz bayaq işarə buyurdunuz ki, partinin sözcüsü əslində başkandır. Və başkanın da bir ayrı mənası liderdir. Yəni, adı yoxdur, ad olaraq deyil, amma mənası odur da, yəni içəriyi budur ki, o liderdir,
Amma adı sözcüdür. Sözcü də farsıdan tərcümə olduğu üçün problemi var. Ehtimalən gələnki şeylərdə bəlkə dəyişilər. Amma indi siz partinin lideri özünüz bilirsiniz. Yoxsa Azərbaycan, Güney Azərbaycan hərəkatı lideri bilirsiniz. Yoxsa Güney Azərbaycan lideri bilirsiniz. Yoxsa İranda olan Türklərin lideri bilirsiniz. Özünüzü nə cür tərif edirsiniz? Bu parti sizi nə cür tərif edir əslində deyək. Yəni bu mövqeyi. Parti əvvəla parti əsasında mən o parti bölümündə buna işarə ederim. Parti qurulur ki bir toplumu, indi əgər bir məmləkətdədirsə, o dövləti varsa orada bir toplumu çəkərək bir dəyişikliklər eləsin. Yəni bir kəsimi və bacarırsa bütün kəsimi rəhbərlik eləsin. Partinin işi budur. Dünənki, mən burada işarə edeyim ki, dünənki danışıqlarda bu haqda çox uzun danışdıq. Bir 20 dəqiqəyə yaxın bu haqda danışdıq. Çox da gözəl. O sualın arxasıdır demək olar. Buyurun. Bəli. Amma mən özümü bu gün məsələn bir sözcü olaraq Azərbaycanın, Güney Azərbaycanın mı sözcüsü görürəm ya partinin? Əlbəttə ki, mən partinin, Güney Azərbaycan İstiqlal Partiyasının sözcüsüdür. Hər yerdə gedəndə də belə gedir. İndi bu parti əgər xalqın içində məhbublaşır və xalqın himayətini qazanırsa, böyük əksəriyyətinin demək, himayəsini arxasına ala bilirsə, otomatik olaraq o parti xalqın lideri və o partinin başındakı da ya o partinin lideri də xalqın ya lideri ola bilər. Amma bu, mən durum iddia edeyim ki, mən Azərbaycanın lideriyəm, ya filanın lideriyəm. Bu iddia heç bir şey dəyişmir. Necə ki, vardılar Azərbaycan hərəkatında, bu iddianı eləyənlər vardılar. Yanlışdır. Mən Güney Azərbaycanın, Güney Azərbaycan İstiqlal Partiyasının uzaqbaşı belə bu iddialısı olsa, keçici olaraq, qərardadı olaraq o prinsiplərini icra etməkdə mükəlləfəm. Yəni, mənim işim budur. Mənə durumdayım ki, dünyanın lideriyəmdir, Türk dünyasını ya İran Türklərinin, yox. Mən bu cümləni çox sevdim ki, mən prinsiplərin, mənim öhdəmə qoyulan tartiflərin içində bu qurumun və bəlli olan dövrədə lideriyəm. Yəni, gələn bir ildən sonra məni götürsələr da lider deyilər. Yəni, budur deyil. Bu cürsü düşünürsünüz. Dəqiq odur, bəli. Doğrusu budur. Yəni parti burada liderlik anadan doğma göydən düşmə deyil. Baxın, məsələn, mən orada söhbət eləmişik, orada çox getməm. O forma liderliklər, məsələn, gəlib diktatorlar düzəldir. Baxın, biz məsələn... İcazə buyurun, sorunu soruşum, devam verin. Çünki elə həman soru şeklində geçsək daha yaxşı olacaqdır. Liderlik haqda nə düşünürsünüz? Yəni, bu fikir hardan gəlib, liderlik məsələsi? Mən indi sinnim yetişmiş şah zamanına, şah zamanı təşkilatlarda da bu liderlik hardan gəlirdi? Şahdan ülgü götürürlər ki, şah o başladı, biz də bunun başındayıq, şaha qarşıyıq, yoxsa elə məndə şah ola bilirəm deyə gəlirdi. İndi ki, məsələn, Xumeyni əsli götürülür. O rəhbərdir, elə bizdə rəhbər oldu. İndi rəhbərin adını biraz ingiliscə deyək, millət başı tapmasın bəlkə. Amma elə lider, yəni rəhbərdir. Rəhbər, mən də rəhbərəm. Burada bu nə düşünürsünüz? Yəni, bu liderlik haqda düşüncəz nədir? Baxın, liderlik həmişə olubdur. Yəni, rəhbərlik, heç bir hərəkətin tarix boyu, İstərsə tayfalardan başlasın, balaca hərəkətlərdən başlasın. Yəni bir tayfa başçısı var idi, o oranı liderlik edirdi və ya neçə tayfanın birlikdə başçısı olubdu. Amma bunlar ümumiyyətlə daha tək adamların üzərinə yükləndiyi üçün bəzən çox kötü sonuçlar da əldə verir. Son müasir dönəm liderliyinə gəldiyimizdə, yəni onu demək istədim ki, lider təzə bir şey gəldi, bu gün çıxıbdır. Elə qədimdən insan, çünki insan biraz deməsi bir şey deyil, sürü mentalitəsi var. Siz baxarsınız, məsələn ki, toplumda bir seyir adamların ki, adı var, sanı vardır, bir işlər görsələr, o birisilər də onun dalsıca gedər, o həmən işi görər. Yəni onu çox təqib edir. Və həmişə hər kəs eləyə bilibdir bir
fərqlənib də onlardan bəlli bir şeylərə düşüb, önə düşübdür. O birisindən onda azca gəliblər, ona güc veriblər, ona qabla bir yerlərə yetişdiriblər. İndi bunun ya çıxarı olubdur, o gücə sadiq qalıbdır, ya o gücü hədərə veribdir, ya özü əslində məsələn oradan özündən çıxıb, o cihirdən çıxıb məsələn bir təhlükəyə çeviribdir. Məsələn, demək, müasir dönəmdə misal vursaq, deyək, məsələn, Xumeyni, məsələn, gəldi 57-ci inqilabda rəhbər səviyyəsindən təbliğatdan gəldi, çıxdı da. Məsələn, bir sözlər dedi o dönəmdə. Cəb bunu icab edir. Şərait bunu icab edir. Qəşəng, bilən sizin yazınızda yox. İnqilabdan sonra birinci bu fərmanı 12 maddeyi var idi. Bir dənə mesaj verdi ki, kimsənin evinə girmə haqqınız yoxdur, kimsənin əqidəsi üçün mühakimə edə bilməzsiniz falan falan falan. Və bunlar 6 aydan sonra, 1 ildən sonra bunların özünü hər kəs desəydi, onu tuturla basır. Yəni, köndü tamamilə bu dediklərinin hamısının tərsinə bir dənə diktatora, canavara çevirdi ki, qan töhməyinə. Gəldi oturdu dedi ki, biz gələ 30-40 min nəfər öldürək ki, bu hərəkəti kontrol alır. Rəsmən dedi da, bunun faktları var indi. Müasir rəhbərliyi, bizim məsələn Səttarxan təcrübəmiz var. Bizim Pişəvəri təcrübəmiz var. Bizim Xiyabani təcrübəmiz vardır ki, bunlarda hərdə daha çox dayandıqları üçün şikəstə uğramış. Səttarxan bir qəhrəmanıdır, cəsur birisi. Amma siyasi olaraq bu işi daşıyacaq, deyək ki, doğru adam deyil. Ona görə də apardı nədir? Azərbaycanın demək, Qacar dövlətini demokratlaşdırmaq üçün olan, yəni şahı məşrutlaşdırmaq üçün aparılan bir hərəkatı apardı, bağladı Nəcəfə, Nəcəfdən əmr alaraq apardı, getdi Tehrana və Tehranda mücahidlərin silahını da yığdı, verdi məclisə və nə oldu? Bütün o mübarizənin sonucu bu oldu ki, Türk hakimiyyəti ümumiyyətdə nə ki demokratlaşmadı, hakimiyyət əslən Türklərin əlindən çıxdı, geçdi farsların əlindən düşdü. Və ya məsələ deyək ki, Pişəvərinin, Rusların oradan silah gücü ilə çıxartması milli hökumətin tökülməsinə səbəb. Xiyabanının öldürülməsi Azadistan dövlətinin sonu oldu. İndi müasir rəhbərlik nədir? Hizbi rəhbər, qərardadı rəhbər. Rəhbər gəlib Xumeyni kimi qan tökən olmasın, bütünlə dediyini böyünlər çönsün, dalının şeyləsin, demək, tapdalasın desin ki, yox, 40 min nəfər öldürək, 50 min nəfər görə öldürək ki, əmniyyəti və ya ideolojini yerinə oturdaq, xalqı kontrol edir. Qərardadıdır. Parti rəhbərlik vardır, rəhbərlik edir, lideri vardır, amma bu qərardadıdır, müvəqqətidir. Eyni məsələn ölkələrdə görürsünüz ki, prezident seçilir, bu prezident liderdir, amma müvəqqəti qərardad üzərində. Buna bəlli bir karakter, bəlli bir orada nizamnamə var, əsasnamə var, anayasası var, icra kurulu var, filan var. Bunları icra eləməsi üçün mükəlləf. Və hizbin də o çərçivəsi rəhbər. Yəni hizb özü rəhbərdir. Bunun müvəqqəti olaraq gəlir ki, Salih, Həsən, Hüseyin, Qasım, sən bunu məsələn aparacaqsan. İndi qurultay olur. Bizim demək, nizamnaməmizdə hər 2 ildə bir qurultay keçirilir. Yəni qurultayda bu dəyişilə bilər. Hətta olağanüstü qurultay ola bilər. Məsələn, 2 il bu məsuliyyəti veribdir. 6 aydan sonra baxır ki, Salih Yıldırım sağa vurdu. Hədərən danışır. Məsələn, partinin mənfəətlərindən, partinin hədəflərindən uzaqlaşıb həmən bir olağanüstü qurultay keçirir və rəhbəriyyətdən alır. Bu daha sağlam, yəni o hədəfi qarantili, mübarizəni qarantili və daha sağlam bir rəhbəriyyət formasıdır. Ta ki, məsələn, gözü bağlı deyək ki, Əli və Qasım Nursi
düşüb 10 eləyək, böyüdək eləyək. Onlar böyüdək şeyləsin Səttarxan. Düşək dansıca, aparsın səhətər bizi versin, parsın qılıcının altına. Səttarxan onu istəmirdi ki. Amma bütün bir sistem olmadığı üçün və bəlli dönəmdə əlbəttə ki, onları Əncüməni Qeybinin demək, rəhbərliyi ilə hərəkət edirdi. Oradan uzaqlaşdıqca, daha inhirafa getdi. Məşrutə getdi, bizim əleyhimizə işlədi. Bunlar olmasın deyə biz, yəni bu bizim də zadımızda, yəni dünyada ümumiyyətlə siyasi kəsim bu nəticə yetişibdir ki, rəhbər də məhdudlaşmalıdır. Rəhbərin də şartı var. Yəni mən hətta bu partinin başqan adı da qoysalar, rəhbər də desələr, mən rəhbərliğim o nizamnamə içindədir. Onu icra eləməkdədir. Onu birisi yanlış eləsə ona onun içinə yönləndirməkdir və ya onu toplumda yeritmək üçün mükəlləfəm. Özümdən gələn məsələn qayda çıxardım, əmir verim, nəhy eləyim, belə bir ixtiyaratım yoxdur. Yanlış olanda da, yəni onu pozanda da partinin sistemi vardı bunu durdurmağa. Xəbərdarlıqla, yox, islah olunacaq deyilsə, olağanüstü qurultay təşkil edir, rəhbəriyyəti Salihdən alır, verir Qasıma. Ona görə də Salih məcburdur ki, istəyirsə burada qalsın, məcburdur buna düz əmək dediyinə, buradakı olan nizamı icra eləsin. Buna görə parti liderliyinə, parti rəhbərliyinə etiqadımız vardır və partilərin də içində rəqabət vardır. Bu rəqabət içində hər hansı bir parti xalqın etimadını qazanacaqsa, o parti lider partiyə çevriləcək və ya mümkün olsa bir parti eləyə bilmək, 2-3 partinin etilafından bu liderlər ortalığa gələ bilər. Bunlar hamısı mümkündür. Ancaq parti formasında şəxsi liderlik heç vəziyyətdə bu yəni indiyə şamil deyil də. Bu məsələn neçə ildən sonra ya elə məsələn yaxşı bir hadisə düşdü. 6 aydan sonra biz istiqlalımızı aldıq, vətən dövlət quruldu, keçdi, ora partilər bir-birlərinə o məqtədən danışırsınız, yoxsa indiki məqtədən? Çünki indiki məqtədə belə bir şey... İndiki məqtədə də ola bilər. Biz indiki məqtədə, baxın, məsələn, biz partilər birliyi qurduq, təşkilatlar birliyi qurduq. Bu nədir? Yəni, bu istəyir rəhbərlik eləsin. Bu partilər istəyir. Baxın, bəziləri deyirlər ki, xalq nəcib bilsə, bunlar avam fəribanə sözlər. Avam xalqı aldatmaq üçün popülisti sözlərini millət nəticə istəsə elə olacaq. Parti nəyə olmuşsa? Parti olmuşsan ki, bu milləti bir hədəfə doğru keçəsən, yürüdəsən. O millətə yanlışla doğrunu göstərəsən. Desən ki, o getdirin yanlışdır, oraya getməməlisən. Buraya doğru tərəfə gəlməlisən. Yəni, partinin işi budur. Parti xalqın, millətin önündə gedər. Dalısında getməzsin. Dalısında getsə də partiyə nə ehtiyac var? Biz hər bir qrupçu qurulubdur, bu toplumu rəhbərlik eləmək üçün qurulubdur. Güney Azərbaycan İstiqlal Partiyası Azərbaycanı istiqlala doğru rəhbərlik eləmək üçün qurulubdur. İndi bunu bacaracaq ya bacarmayacaq, bu proses zaman içində xalqın himayətindən eləyib eləməməsindən bəlirlənəcək. İndi mümkün məsələn bir yerdə görək ki, bizim gücümüz buna yetmir. Başqa qruplarla birləşməyə, yəni müvafiq qruplarına, biz məsələ 10 təşkilat, Azərbaycan təşkilatı, Güney Azərbaycan təşkilatlarının işbirliyi mərkəzini və burada istəyirik hərəkətə bir yöntəm verək də, onun üçün bu. Məsələ yürüyüşlərə çağırış verdi, etiraz Xəban aksiyalarına, Urmu gölünə etirazlara, bəlli məsələlərdə gövdə görüşünə, birlik nümayişinə və xalqı yönləndirməyə. Yəni parti indi elə qurulan bir andan etibarən rəhbərlik. İndi bunu bir prosesdə dediyim kimi tək gücü çatmazsa başqa partilərlə, müvafiq partilərlə və ya bəlli anlaşılı məsələlər üzərində partilərlə elə işbirliyinə girib bunu yürütməyə və qarşı qoymağa, demək, düşmənlərə qarşı qoymağa çaba göstərməyə məcburiyyətindədir. Parti əsasında yəni rəhbərlik üçün, rəhbərlik eləmək üçün o yaranıbdır və bunu da demək, bacarıb-bacarmayacağını da dediyim kimi o bizdən aslında. Təşəkkür ederim.
Salih bəy, biraz qısa cavab versəz, sorularımız çox uzundur, qalacağıq. Sizin arxazda bayraq görsənir. Bu bayraq və partilərin bayraqları normalda, bu bayraq xüsusən çünki sizin partidir. Bu bayraq Azərbaycan Güney Azərbaycan millətinin, toprağının, türklərinin bayrağıdır, yoxsa bu Güney Azərbaycan İstiqlal Partisinin bayrağıdır? Buna bizə dediniz qıssadansa, buna biraz geriyə dönmək. Bunu biraz bəlkə çox vaxtlar, çox mühüm məsələ. Bir zaman demək 2000'in 90'larda, 1900'lerde bu söhbətlər gəldi 2000'dən əvvəl. Bu söhbətdə Azərbaycan milli hərəkatına, yəni Güney Azərbaycanın təmsil edəcək bir simgiyə, bayrağa ehtiyac. Və o dönəm bir seri bəhslər başlandı. Hətta bunun yazılı formatları bizdə var. Bu parti olmadan əvvəl, yəni İstiqlal Partisi yaranmadan əvvəl bu söhbətlər gedir. Və orada dəyişik formalar, bəzi fikirlər oldu ki, Azərbaycan bayrağını göylə yaşılın yeri dəyişilsin. Bir fikir buydu ki, Azərbaycan ayıldızını qara göstərirdi. Bir tərif var idi ki, Azərbaycan elə eyni bayraqdır. Yəni, əsasında o konsensus bundaydı ki, təvafuq bundadır ki, bədəniyə bir şey olmayacaq. Bədənə eynidir. Azərbaycan bayrağı eyni olacaq, amma biraz dəyişikliklə Güneyi təmsil edilsin. Və bir tərif var idi ki, Azərbaycanın, yəni bu bayrağın bir dənə ulduzu artıq idi. Yəni 2 ulduz, bu olurdu Güney Azərbaycan. Və fəlsəfəsi də buydu ki, bütövləşəndə ya olacaq 3 ulduz, ya o bir ulduz silinəcək, elə olacaq tək ulduz, tək millət, tək bayrak. Və qara ay ulduz olan belə tərif var idi ki, bu demək Azərbaycan işğaldadır, ona görə qaradır. İndi birləşən, azad olanda ağaracaqdır. Azad olanda onda Güney Azərbaycan var, çünki bizim azad müstəqil olduğumuz gün, bütövlü olduğumuz gün deyil. Biz bugün Güney Azərbaycan üçün müstəqil olduğu mümkündür, bütövləşməyimiz 5 il çəkə, 3 il çəkə, 5 ay çəkə, 10 il çəkə. Yəni bu ikinci prosesdir. O orta strateji. Nəticədən iki dövlət, dəyişik dövlət eyni bayrağına dünyada çaşbaş düşəcək da, Güney Azərbaycan dövlətidir, Quzey Azərbaycan dövlətidir. Nəticədən nə olmalıdır? Bəs onda dedilər ki, bəs istiqlaldan sonraki işğalcı dəf olur. İşğalda da deyil ki, yaxşı qaradır. Onda o torpaq şey olacaq, rəngi qreyə çevirəcəkdir, boz olacaqdır, sonra bir daha da dəyişir. Yəni 3 dəfə dəyişir. Biz bu tərif olur. Biz dedik ki, Azərbaycan bayrağı özüdür və o sərhəd Araz ki bizi parçalayır, o Araz ayrılıq nişanəsi kimi bayrağın üstündə demək olur və göstərir ki, bu Azərbaycan bölünür. Bu Güney Azərbaycanın ta bütövləşənə qədər. Azərbaycan bütövləşəndə də sərhəd ortadan qaldırılır və bayraqda da sərhəd lazımdır. Yəni, eyni bayraq, bir bayraq, bir millət, bir dövlət. Başqaları gəldilər, başqa tərihlər qoydular. Azərbaycan bayrağına, yəni elə o dönəmdə bir seri İran zeyniyyətdə bunu hətta Azərbaycan bayrağına özgə bayrağı deyə bizə ciddi baskılar edir. Bir seriyyətlə bu bayrağı acayip qara bir forması əslən, yəni ki, hətta Azərbaycan ehtimalən əgər müstəqil olsa da birləşməyə gəlsin, problem çıxsın. İndi səhər hesab edin ki, məsələn, Güney Azərbaycan müstəqildir. 30 milyon Güney Azərbaycanda əhalisi vardır. Quzey Azərbaycanda da 10 milyon. İndi deyirik birləşək. Səsə qoysaq bulan hansı bayraq olacaq?
Bu deyəcək mən çoxam, mənim bayrağım olsun Azərbaycan bayrağı. O deyəcək mən tarixən bu mənim bayrağımdır. Və bu söhbətləri olmasın deyə biz dedik ki, bayraq bədənə, yəni ümumiyyətlə siz məsələn o millətlər ki, kökləri birdir. Baxın məsələn siz bu gün Suriyənin, Ərağın, Əhvazın, demək, hətta Misrin, bir çox ərəb ölkələrinə baxarsınız, bunların bayraqları eynidir. Birində məsələn bir dənə ulduz var, birində 2 ulduz var, birində 3 ulduz var, birində heç ulduz yoxdur, birində Allah Ekber yazıb, birində amma bayraq eynidir. Bu bunların kökünü göstərir. Bizim bir millət olaraq bir dənə bayrağımız. Və ona görə o dönemde yani İstiklal Partisi olmadan biz bunu Güney Azərbaycan bayraq məpəslərində gündəmə gətirdik, təklif elədik. Əlbəttə əvvəlin birinci forması belə deyildi. Birinci formasında mən qaçırdım. Birinci formasında araz deyildi. Yəni araz idi ha, amma bu şəkildə sərhəd bu şəkildə deyildi. Dəmir məftil var. Sim xardarla göstərilirdi. Sonra həm sim xardarları demək ondan daha əvvəl xalqımız söhdüyü üçün və həm də o dəmir məftilin, sim xardarın bayraqda yaxşı görünməməsi üçün daha sonra bizim təklifimizə bu təklif gəldi üstünə ki, bunu elə araz edin. Yəni dəmir məftilin yerinə araz edin. Və əvvəl formasında da elə sərhəd nə cür ki var idi, o sərhədin formasındadır. O da bayrağı bu tərəfdən o tərəfə çevirəndə üçün eyni görünmürdü, sərhəd tərsə çevrilirdi. Bu dəfə daha onu da ortadan qaldırılsın, bunu biraz sadələşdirdi. Yəni sərhəddi biraz sadə formada elədi ki, hər tərəfə çönərsə elə o formada, o sərhəd formasında göstərilir. Yəni ki, bu bayrağı ki, bizim bugün arxamızdadır, onun fəlsəfə, yaranış fəlsəfəsini ərz edir. Və bu təbii ki, Azərbaycan Milli Hərəkət Bayrağı ya Güney Azərbaycan Hərəkət Bayrağı ya Dövlət Bayrağı ya Güney Azərbaycan bayrağı olması üçün hamının tərəfindən mənimsənməli, dəstəklənməli, qəbul olunmalı. Amma o qədər bayraqçı var idi ortalıqda, heç birisi o şeyi qəbul, yəni hamının qəbulu olsun deyə olmadı. Bu, bəli, sonraki İstiklal Partiyası quruldu və biz bunu da elə Güney Azərbaycan İstiklal Partisinin bayrağı və eyni zamanda da Güney Azərbaycana təklif demək, bayrağı kimi, Güney Azərbaycan hərəkət bayrağı kimi sunulan bir bayraq kimi demək bunu qəbul elədik və yürütməkdəyik. Əlbəttə ki, biz əgər Güney Azərbaycanın istiqlaliyyətini biz İstiklal Partisi bunu rəhbərlik eləyə bilsə, yəni bu gücə malik olub da bunu yeridə bilsə, bu olacaq Güney Azərbaycanın bayrağı. Ta o zamana qədər ki, Azərbaycan demək, bütövləşmə prosesi başlaya və bütövləşəndə o qədər çətinlik olmayacaq. Sadəcə o necə ki, həqiqi sərhəd götürüləcəkdir, bayraqdan da o sərhəd götürüləcək, dövlət də, bayraq da, millət də birləşəcək. Və bəzi bizim eylemlərimizdə, hətta Günaz TV'də də bir sürə proqramlarda bu televizyon Azərbaycan bayrağı, yəni bir zaman Azərbaycan bayrağı, ondan sonra üstündə o araz görsəni, yəni Güney Azərbaycan və sonra yenə də gedir olur Güney Azərbaycan, bütöv Azərbaycan. Yəni ki, biz Azərbaycanlı parçalanmışıq və bütövləşəcək. Yəni fəlsəfəsi bu. Ona görə bu bizim bugün Güney Azərbaycan İstiklal Partiyasının tərəfindən sunulmuş Güney Azərbaycan Milli Hərəkət Bayrağı kimi sunulmuş bir bayraqdır. Buyur. Təşəkkürlər. Xahiş edirəm qısa, oradan kimi çünki qısa deyəsiniz ki, çoxlu suallarımız qalacaqdır. Mən belə gedirəm. Görürəm ki, ikinci iclasa yavaş-yavaş yarısını getiririk. Amma suallarımızın hələ bir bölümün geçməmiş. Bundan sonra yeni edəyək. Bu əsas bunun prosesi bu qədər vaxt. Bəli, əsas bölümdür. Mən də o cür düşünürəm. Çünki bunların hamısı, xüsusən bu bölüm
tamam sonra bölünəcək. Kiçik bölümlərdə çox açılacaq. Və bayrağın özü haqqında bir 10 dana soru var. Onları soracağım öz yerində. Ona görə fəqət istəyirəm zehnilər hələ biraz zehnimiz şey olsun. Siz bu sualı əslində soruşmuşam, elə çox bir qısa. Siz bu düşüncələrinizi, filanlarınızı insanlara yetirmək üçün bir şəbəkəz, radioz, televizyonuz, ruznaməz, dərgiz, web saytınız, nəmənəz vardı insanların ilgi qurmaq üçün? Web saytımız var, Instagramımız var, Facebook'umuz var, WhatsApp'ımız var. Yani bunlardan sosyal medyadan daha çok faydalanır. Bir zaman Cunas TV'den bu imkanlar bize var idi. Yani Cunas TV'nin esasında öyle başlangıcından beraber hareket edildi. Ve ama daha sonralar belə bir medya imkanımız olmadı. Öz sayt, Instagram, Facebook, yani bu sosyal medya vasitəsilə iletişim qurmaq. Çox gözəl. Sizin təşkilatınızın, yəni özün, haranın, kimlərin və hangi coğrafiyanın siyasi partiya ya təşkilatı bilir? Güney Azərbaycan. Güney Azərbaycanın istiqlalı üçün və Güney Azərbaycanın mənfəətləri üçün yaranmış və buna həsr olunmuşdur. Biz Güney Azərbaycanlıyız. Yəni İranda çox türklər var. O türklər yox. Fəqət Güney Azərbaycanda yaşayan, Güney Azərbaycanda yaşayan türk olmayan. Güney Azərbaycan Partisi. Bu İranda türklərin məbhəsi, biz bunu manifestimizdə də açıqlamışıq. Biz böyük bir daşdır. Yəni ki, atmayacaq, vurmayacaq daşdır. Olmayacaq bir məsələlər. Biz elə bir ki, bu çinarı buraxmışıq, kökdən xarab olur. Azərbaycan o köküdür. Yəni, o birisi yayılmış türklər də Azərbaycandan. Biz Güney Azərbaycan Partisiyik. Güney Azərbaycandan qurtarmaqdan mükəlləfik. Bunu dövlətləşdirməliyik. Ondan sonra o birisi türklərin qarşısına qalmaq, yəni dövlət olduğunda onlara, necə ki, bugün Azərbaycan prezidenti çıxırdır ki, talih səbəbi dövlətimizdən uzaq düşən Azərbaycanlıların əriməsinə, məsələn, sakit qalmalıq və ya onların əlaqələrini təmin etmək üçün fəaliyyət edəcək. Biz də dövlət olandan sonra o birisi türklərin də haqqından danışa bilirik. Bugün Güney adı bəyan edir. Güney Azərbaycan və İstiqlal Partisi. Yəni həm Güney Azərbaycan üçündür və həm də İstiqlal üçün. Ayrı bir şey üçündür. Güney Azərbaycan İstiqlal. Sizin üçün, yəni sizin təşkilat üçün İran və İranlılar, bu iki qavram, İrandakı türklər, Azərbaycanlılar, bu iki qavram, İrandakı türklər, Azərbaycanlılar, Azərbaycanlılar ya da bunların hangisi stratejik önəm daşır və siyasətiniz onun mərkəzindədir? Yəni, mərkəzi siyasətinizin bu üç qavramdan hangisidir? Azərbaycan. Baxın, balıq dənizdə olur. Göldə balıq böyüməsi, atarsız, saxlayasın bir həftə bunlar, ölər ya çoxalanmaz. Siyasi bir dəyişimi və ya bir hədəfi gerçəkləşdirmək üçün kitləyə ehtiyac var. Biz İran türkləri və ya türklərin İranı hətta mən əlavə edeyim ki, vardır, deyirlər. Bunlar aldatıcı, caydırıcı, yəni müvazi hərəkətlərlə Azərbaycan milli hərəkatına, Güney Azərbaycan milli hərəkatına yaradılmış müvazi hərəkətlər. Ki, nənəsindən sizi əvvəldə dedim ha, turancılıq var, bir də istiqlal, Azərbaycanın istiqlalı var. Adam çıxır demə turancıyım. Sən hələ özün əsarət altıcısın. Nəyin turancısı olacaqsın? Sən heç də ola bilməzsin. Əvvəl gəl müstəqil olmasın. Onun üçün Güney Azərbaycan Azərbaycanlıların toplu yaşadığı yerdədir ki, sən dövləti qura bilərsən. Ayağa basacaqsın. İran türklərinin dövləti harada olacaq? Paytaxtı harada olacaq? İran dövlətini gəl qəbul edir. Yəni, yoxdur ki, belə bir şey. Sən İran türklərinə dövlət. Bir dövlət olmaz. Oradakı dövlətlər, oradakı türklər
dövlətləşə bilər və ya muxtar dövlət ola bilər və ona da mən dövlət olduğumda onu eləyə bilərəm. Ona o şəraiti düzəldə bilərəm. Biz bunu manifestimizdə də açıqlamışıq. Məsələn, Azərbaycan dövlət olandan sonra biz universitetlərimizdə Xorasan türlərini, Qaşqay türlərini gətirib orada yetişdirib, siyasiləşdirib, partiləşdirib, hətta onlara parti qura bilərik. Onlara eğitim verib, ordu qura bilərik və beləliklə onların dövlətini təşkil edə bilərik. Və ya hansı dövlətin tərkibindədirlərsə o dövlətə siyasi rabitələrdə baskı eləyərək, ticari rabitələrimizdə şərt qoyaraq bunların hüququnun təmin olunmasını, icra olunmasını və ya demək, təmin olunmasını istəyə bilərik. Amma biz güc olduqda bunu eləyə bilərik. Amma özümüz bugün bir uşağa ad qoya bilmirik. Getmişik, deyirik ki, İranda türklərin hüququnu savunur. Bu olasılığı yox. O dedi ki, ağacın özü quruyur, bir dənə şarxanı qırtıb üstüyə qoyaq, istəkanda suyun içində ki, bu yaşasın. O da öləcək. Onu istəyirik yaşadaqsa, bəlkə bu yaşa. Ocaq qaynaya bax, yana. Bu gəlir. Sizin Ona görə biz Güney Azərbaycanı parçası, Güney Azərbaycan. Öncəliyimizdir. Hər şeyimiz Güney Azərbaycan. onda sizin ən önəmli siyasi stratejiniz ya ən üstün amacınız nə olur? Bizim ən önəmli işimiz Güney Azərbaycanın istiqlalıdır. Bunu istiqlala yönləndir. İşğalı dəf edin. Bu birinci. Tamam. Teşekkürler. Qısa deyirəm da. Gözəl. Yəni mən cavablar qısa olduqca sevinirəm. Dövlət, indi keçdik ikinci bölümə. Buradan birinci bölümü qurtardıq. İndi keçirik ikinci bölümünə. Dövlətlər ilə sizin təşkilatın ilgisi hangi usul üzrə qurgulanır? Yəni mesela Azərbaycan dövləti var, Türkiyə dövləti var, Ermənistan var, İran deyilə bir yer var, Əraq deyilə bir yer var, Kanada və bunlar. Bu dövlətlərlə sizin təşkilatın ilgisi hangi usullar üzrə qurgulanır? Milli maraqlar əsasında, milli stratejimizin əsasında qurulur və o da Güney Azərbaycanın dövlətçilik hədəfidir. Demək, bu yöndən hər kəslə bu pəncərədən irtibatlar qurulur və bu formada devam. İndiyə qəbul edilir, elə. İndi dünya üzərində olan dövlətlərə necə baxırsınız? Yəni siz bunları böləndə necə bölürsünüz? Məsələn, Güney Azərbaycanı indi rəsmiyyətə tanıyan yoxdur demək olar. Nə cür bu dövlətlərə baxırsınız? Nə cür bunları bölürsünüz öz zehninizdə ya ideolojinizdə? Dünyada bir çox ölkələr vardılar ki, təbii ki, çoxları Azərbaycan Cumhuriyyətini də dövlət olaraq tanırlar da, yəni millətlərdirsə tanımırlar. Yəni təzə təşkil olunmuş. Məsələn, mən çox yerlərdə olur, indi çox yaxşıdır, vəziyyət dəyişibdir. O əvvəllərdə Azərbaycan deyəndə təsəvvürdə Afqanistan deyildi. Afqanistan, ya məsələn Əbican, məsələn Əbicanı Afrikada Əbicanı ondan çox tanır. Amma indi dövlətimizin fəaliyyəti nəticəsində bu faktör dəyişir, qəşəng tanınır. Dövlətlərə baxdıqda biz Ağqara görmürük. Hər hansı bir dövlət, təbii ki, bizim bir düşmən dövlət vardır ki, İrandır, yəni, o xaric. O xaric hər hansı bir dövlətə qarşı bizdə bir həssasiyyət yoxdur. Yəni, təbii onların sərgiləməsi, mövqeyi bizə görə, yəni Türkiyə görə mövqeyi bizim onlara görə, Türk termininə, Türk millətinə görə onların tavrı bizim də onlara görə münasibətimizi bəlirləməkdir. Yəni birisi deyək Azərbaycana düşmənçilik edirsə, biz də təbii ki ona xoş baxışımız yox. Amma birisi məsələn deyək ki, belənçi bir zehniyyəti yoxdur, onunla dost olmağa, ondan yardım almağa, ona tanıtılmağa özümüzü cəhd edirik, irtibat qurmağa cəhd edirik. Yəni bir dövlətin hər hansı bir başqa bir ölçəyimiz yoxdur. Ölçək budur ki, deyək məsələn Azərbaycan dövlətinə düşmən yanaşan birisi
otomatik olarak bize dost değil. Biz de ona uzak mesafe, düşman görür. Yok. Mesela ona müsbət yanaşan, onu veya hatta mesela rəyi olmayan, onlarla irtibat kurmaya çalışır. Bizim mesela Ərəb ölkələri ilə məsələlərimizdən birisi də buydu. Bizə sordular, birinci sorusu buydu. Siz Türkiyə ilə rabitəniz nədir? Dedik, canımızdır, qardaşımızdır, dövlətimizdir. Bu bizə bir böyük tormuzdur. Və həqiqətən budur. Türkiyə bizim canımızdır, dövlətimizdir, özümüzdür. Azərbaycan bizim özümüzdür. Biz bütövləşəcək. Biz bütöv Azərbaycan. Türkiyə ilə də birləşəcək. Onlar bunu istəmirlər. Amma biz dedik sözümüz. İrtibatdan kurarlar. Məsələ mümkündür. O məsələdə anlaşmayaq, başqa bir məsələdə anlaşmayaq. Yəni dövlət rabitələrində bunlar olar. Buyur. İndi dövlətlərlə ola biləcək ilginizi necə tərif edirsiniz? Yəni əlbəttə biraz işarə elədiniz, amma yenə də bir xülasə bir şey desəz ki, necə görürsünüz? Bir dövlətlə bir əlaqədə olmaq, o dövlətin hər şeyini qəbul eləmək mənasında deyil. Bunu yəni hər kəs belə bilir. Bir çox dövlətlər görürsünüz ki, dostdular, rabitələri var. Bu onların hər şeyini qəbul eləmək mənasına gəlməz. Mümkün məsələn biz bugün hər hansı bir Avropa ölkəsi ilə, ya dövləti ilə, ya Amerika dövləti ilə, ya Ərəb dövləti ilə, qonşu dövlətlərin birisi ilə bir məsələdə anlaşaq. Məsələn, İran işğalına, İran dövlətinə qarşı birləşək. Biz elə orada birləşək, orada anlaşıq, orada bir-birimizi təyin edirik. Bu, o birisi məsələlərdə mümkündür ziddiyyətimiz olar. Diplomasi budur da. O birisi məsələlərdə biz bir-birimizi qəbul eləmirik. Yəni, hər hansı bir rabitəni görəndə, onlar əlbəttə fərq edir. Biz öz mövqeyimizi deyirik. Bəli. Siz məsələn, birdən görərsiniz ki, bir ölkənin yaratdığı bir qrup var. Məsələn, deyək ki, Azərbaycanda Hüseyniyun düzəldir. Bunun bəllidir ki, İran düzəldir. Bu İranın uzantısıdır. O daha deyə bilməz ki, mənim İranın burasını dəstəkləyirəm, orasını yox. Onu elə İran təşkil edir. O elə İrandır. Amma, məsələn, Dünya Azərbaycan İstiqlal Partisi əgər bugün gedir, fərz elə deyək ki, Nikaragua ilə bir anlaşma içinə gedirsə, bu bir dənə məsələnin, ya iki dənə məsələnin üzərində. Bu da Nikaragua'nın hər şeyini qəbul edib də onu Allah görüb də onun dediyini əmri müti olacaq mənasında deyil. Buna baxanda bizim rabitələrimiz bu günə qədər belə olubdur və əsasında belə olmalıdır, yəni partilərin. Ağqara görüb də hər hansı bir dövlətlə müzakirə elədi, danışdı, onu o dövlətin muzduru kimi vurmaq doğru bir hərəkət deyil. Buyurun. Sağ olun. Sizin təşkilat bir dövlətə bağlıdırmı? Deyil. Hər hansı bir dövlətə? Heç bir dövlətə bağlı. Tamam. Heç bir dövlətə. Təşkilatların hansı bir xarici dövlətə bağlı olmasına necə baxırsınız? Yəni, məsələn, xüsusən Güney Azərbaycan təşkilatlarından biri bağlı olsa ona necə baxırsınız? Hər hansı bir dövlət. Baxın, bağlı, yəni o mənada ki, hər cəhətdən ona bağlı olar və ya məsələn, hər hansı bir müşəxəs, məsələn, mali cəhətdən bağlıdır, yoxsa ideolojik bağlılığı vardır, məsələn, yaradıcıdır, onun əmrindədir, bunlar ölçü. Yəni ki, onlar bəlli edir ki, görək ki, buna biz nə dəyər verir. Deyək, məsələn, birisi Amerikanın tamam-kəmal əmrindədir. Biz qəbul eləmirik. Birisi hər hansı bir dövlətin, fərq eləməz. Güney Azərbaycanın prinsiplərini, Güney Azərbaycanın mənfəətlərini başda tutaraq hər kəslə əlaqə qurursa məşrudur. Amma başqa bir dövlətin prinsiplərini başda tutub da Güney Azərbaycanda ya Güney Azərbaycana bir iş görmək istəyirsə, o bizə görə doğru bir yaxlaşım deyil. Biz onu xoş görmürük, qəbul eləmirik. Burada indi bir dənə söz çıxır ki, mənim suallarımda yoxdur, amma soruşum. O da budur. Mənafe millini kim tərif edir? Yəni, məsələn, sizin parti mümkündür bir tərif eləyə
Mən bir cür tərif eləyəm, Həsən bir cür tərif eləyə. Yəni hər parti burada bu nə cür təşxis verək ki, ya məsələn fərzən X parti getdi bir ayrı dövlət ilə danışdı, amma siz onu qəbul eləmirsiniz. Bizim mənafə milli deyil, amma o deyir mən mənafə milli görürəm. Burada nə cür olacaq? Bu çatışmamazlıq nə cür olur? Haqlısınız. Milli mənfəətlər, baxın, biz deyirik ki, milli mənfəətdən tərifimizi qoyuruq ki, coğrafi mənfəətidir, iqtisadi mənfəətidir, hərbi mənfəətidir, siyasi mənfəətidir, kültürel mənfəətidir. Bunları təhlükəyə salmayacaq. Yəni bizim coğrafimizə zərər verməyəcək, ordumuza zərər verməyəcək, dövlətimizə zərər verməyəcək, dövlətçiliyimizə zərər verməyəcəksə, kültürümüzü və iqtisadımızı zərər yetirməyəcəksə, bunlar məşhur. Bu demək, irtibat, rabitə, bu demək, yəni bağlılıq o formada ki, muzdur mənasındadır, onu biz rədd edirik. Yoxsa hər hansı, heç bir dövlətə, məgər düşmən dövlət. Üzr istəyirəm, muzdurdan mənzur həmin praksi dedikləridir da, yəni o dövlətin əli siz burada, o dövlətin əli ola burada. Dəqiq, muzdur odur. Yəni birisi pulu verir, xətti də çəkib, stratejini də qoyub, taktik də qoyub, gedir icra edir. Amma biz, deyir, məsələn, mümkün bir dənə qrup da çıxar, mənim xəttim budur, mən bunu istəyirəm, bunu eləyirəm və burada da gedir, məsələn, birisindən iqna eləyib, bir kömək də alır. Onun heç maneyi yoxdur biz. Buyur. Pəs, siz dövlətlərə bağlı olmağı bir maneə görmürsünüz. Əgər Azərbaycanın çıxarlarını təmin eləsə. Bağlı olmaq dedim, bağlı olmaqdan tərif nə? Baxın, dövlətlərə bağlı deyilik. Biz gedirik, oturup bir də dövlətlə deyirik ki, biz bu işi görürük və bu məsələdə ortaq nöqtəmiz var. Bir şərakətdir, ortaqlıq edirsiniz. Bağlılıq ayrıdır. Bağlılıq gedirsiniz onun əmrinə. Amma ortaq hərəkət edirsiniz. Görürsünüz, deyirsiniz ki, biz bu hədəfi istəyirik icra eləyək, bunun sizə də xeyri budur. İqna edirsiniz və onlar da kömək edirlər, ya eləmirlər, ya rədd edir. Amma bağlı olmaq, o mənada ki, dedik ki, muzdur, yəni elə tamam kəmal onların şərtləri ilə hərəkət eləmək biz qəbul eləmirik. Tamam. Ona görə bağlı deyəndə, bağlını əvvəlcə tərifləyək. Biz bağlılıq sözünü, hər türlü bağlılığı rədd edirik, amma ortaq hərəkəti dəstəkləyirik. Ortaqlıqdır. Bu şərakət, yəni mən şərikəm orada. Mən öz dövlətimi, öz mənfəətlərimi qoruyaraq bir başqası ilə şərik oluram, başqa bir hədəf üçün. Və orada da hədəf bəlli. Məsələn, bizim indi qeyri-fəs millətlər içində bir ortaq hərəkətimiz var. Biz onlara bağlı deyilik. Onlar da bizə bağlı deyil. Amma ortaq bir hərəkətimiz var. Bəlli bir hədəf üçün. Yəni, hər bir ortaqlıq bir başlanğıcı, bir sonucu var. Sonu var. Əbədi deyil ki. Demək, bir şey üçün başlanıbdır və bir gündə qutulacaqdır. Biz, deyək, məsələn, bu gün Amerikanla, İngilizlə, Türkiyə ilə, Azərbaycanla, Rusiya ilə, hər hansı bir dövlətindən İranın çevrilməsi üçün bir ortaq bir hərəkətə geçirik. Biz deyirik ki, indi o deyir ki, çevirək burada federal quraq, ya məsələn çevirək burada demokrasi quraq, bizi silir. Deyir ki, yox, sizlə olmaz. Çünki siz İranda demokrasi istəmirsiniz, siz Azərbaycanda demokrasi istəyirsiniz. Siz Azərbaycan dövlətini istəyirsiniz və sizlə işləyirsiniz. O birisi ilə işləyirsiniz. Və belə bu ortaqlıqlar seçilir. Yəni, ortaq hərəkətinlə bağlılıq... İndi sizin fərmayişinizə baxanda görürük ki, həddəksər mənafiə, yəni çıxara, ən çox çıxara üçün gedirsiniz. Amma ola bilər ki, deyək ki, mən indi çox zəif bir vəziyyətdəyəm. Ən az çıxarı götürüm mən. Buna necə baxırsınız? Ona çıxa bilməzsiniz onun altından. Onu mümkündür bir də tövcə eləyək, amma onun altından çıxa bilməzsiniz. Çünki o baskının, o bağlılığın altından çıxa bilməzsiniz. Nəhayət, axirə kimin o hakim... Axı güclər də bərabərdir. Yəni, fərzi buyurun ki, fərzən misal vururam. Məsələn, deyək ki, Almanı misal vuraq, ya Kanada. Güc fərqlidir. Yəni, məsələn, bir tərəfdə İstiqlal Partisi, bir tərəfdə Kanada dövləti. Kanada dövləti deyir ki, mən sənə, məsələn, X
miqdar pul verərəm, bir belə də silah verərəm, təlimat verərəm, filan verərəm, adamlarıma da uydudan məlumat verərəm, harda var, nəyə yox, amma səndən də bu şeyi istəyirəm. Bunda nə etməlisən? Yəni güclər bərabər deyil. Yəni bir Kanada dövləti var, bir də bərabər bu cür bu formada. Yaxşı, indi biz o miqdarda silah və pulu Amerikaya, Kanadaya versək, o işi Azərbaycanda görə bilərmi? Bizim də gücümüz buradadır. Onu eləyə bilməzlər. Eləyə bilmədikləri üçün orada da bizim üstünlüyümüz var. Kanadanın silahı, pulu ola bilər. Yaxşı. Yox, o ayrısını seçə bilər. Yəni o ayrısını seçə bilər. Yəni o əvəzin ki, məsələn, Güney Azərbaycan İstiqlal Partisi ilə işləsin, gedər məsələn Əl-Əhvazla işlər. Bəli, olur da, onu elə seçirlər. Özür olur. O bir doğrudur. Fürsəti əldən verməzsiniz. Yəni onda bir dana fürsəti əldən vermirsiniz. Yox, deyil. Deyil. İndi budur, məsələ buradadır ki, onların mütləq bizə ehtiyacı var. Yəni pul fəqət işə həll eləmir, silah fəqət işə həll eləmir. İnsani gücə ehtiyac. Bizim də insani gücümüz var. Bizim orada potansiyelimiz var. Yəni bunlar gəldi, baxın, Pəhləvilərə bu geçən indi eyni nöqtəyə gəliblər ki, mən dediyim o nöqtəyə gəlib. Yəni bunu biz illərdir deyirik, qəbul eləmirdilər. Amma indi də utanırlar özümüzə baxanda, deyirlər ki, siz keşke o zaman qulaq asmış olsaydıq, o zaman dediklər siz bunlar deyirdiniz. Eləmiş olsaydı. 2 ildə nə qədər milyardlar dolar pul xərclədilər də İranda nəsə eləyəcək. Amma olmadı. Yəni pul həll eləmir. Bunun icraı, gücü, icra kimdir? İcrası o millətdir, orada yaşayan o millət. O millətə Kanada dursun, buradan halk guruldasın ki, demokrasi sistem, sən geçin Xiyabana bunu de, qulaq asmaz ki. Pəhləvisi gətirsin, o birisini gətirsin, bu birisini gətirsin. Amma onu biz eləyə bilərik. Bizim gücümüz, ona görə də biz özümüzü aşağı tutmamalıyıq. Biz onlarla oturanda deyiriz, bunu sən eləyənməzsən. Onlara deyirik, sizin pulunuz var, amma eləyənməzsiniz ki. Bizə İnsafən 2018-də toplantıda oturmuşuq dövlətlərlə. Deyirlər ki, 3 aydan sonra İran dövləti dəyişəcək. Mən dedim, dəyişsə, mən də adımı dəyişəcəm. Siz dəyişdirə bilməzsiniz. Sizin pulunuz elə pulundan deyil, fəqət pulundan deyil bu məsələ. Sizə hər kəs bu bilgini verdi. Yanlış bu bilgini verdi. İndi tarixə baxanda görürük ki, burada biraz görürsünüz, biraz çəlişkiyə giririk. Mən bu bəhsləri beləsi sevirəm, ona görə. Məsələn, görürük ki, Fransa getdi, Qəzzafini vurdu, dağıtdı. Yəni, bir eləyə bilər, əlbəttə bir az pulundan, məsələn, bir az imkanatla o işi görə. Amma bir də var, məsələn, uzun da təkə bilərdi bəlkə, illər təkərdi. Amma bir də var, özü təyyarələrlə falan getdi, vurdu, oradan da tutdu, öldürdü. Ya Amerika, Əraqda bu işi gördü. Saddam Hüseyin də gördü. Bunlar da var. Yəni bunların gördülər amma şikəst etdilər. Amerika şikəst etdi. Amerika getdi, Saddamı dəyişdirdi, amma hədəfini yetişmədi ki. İndi Əraq İranı işğal. Amerikanın kontrolunda deyil ki. Afqanistanın getdi Talibanın əlinə düşdü. Yəni o qədər getdi pul qoydu, itirdi də hamısını. Elə ona görə qorxurlar. Elə Libiya aynı. Libidə bunlar hansının əlindədir. Yəni o gedərlər, vurarlar, dağıdarlar. Bir dənə kaos düzəldirlər. O işi həll eləyə bilməzlər. Yəni onu Amerika eləyər, ha, cəsim bursunda olsun. Məsələn, onu Ərəbistan eləyə bilməz cəsim bursunda olsun. Ərəbistan, ya məsələn, onu nə bilim, Kanada eləyə bilməz cəsim bursunda olsun. Amma Amerika küresel bir gücdür. Her yerde de ordusu var. Bunu eləyə bilər. Amerika acaba Irak'ta kazandı mı? Yok. Amerika indi niye Suriye'de kazandı mı? Bacarmadılar. Öyle ona göre de biz deyirik ki siz pul meselelerini həll eləməz, silah da həll eləməz. Vurarsan, dağıdarsan ama orada subatı biz təmin edirik. Ve biz bunlara açıkçasına demişik bak. Biz devlet olmayana kadar hiçbir devleti orada subatta koymayacak, kabul edemez. Sen geleceksin. Siz cümleyle mən getirip mesela orada mesela demokrasi adına bir devlet kuracaksınız, biz de oturup bakacağız.
Biz savaşacağız ona göre. Padganları patlatacak, silahlar alacak, vuracak. Ben bunu öldürsen de vuracak. Biz bunu kabul edemeyeceğiz. Irak'ta da bu oldu. Irak'ta gittiler, bir tane Kürt bölgesinde bir şey koydular. Amerikanın da büyük gücü iklimlerdi daha, Kürdistan iklimindedir. Irak devleti. Yani Irak aslında Amerikanın elinden çıkıp ve tersine aslında Orta Doğu'da, Arap dünyasında, İslam dünyasında Amerika büyük ölçüde itirdi. Amerika'nın niye Filistin'de şeyleyebilir? Yani İsrail'e değer değmez, yüzde bir şey değil, arkada bir emel ediyor. Yüzde değer vermeyeceğim, arkada gizlice. Niye? Çünkü Amerika itirdi. Amerika'nın itibarı kalmadı ki. Ona göre ortada değiliz de bunları. Diyeceksiniz, Irak'ta Saddam'ı vurdunuz, davetiniz, vurarsınız. Mümkün ki de siz Cemaran'ı da bombardan eləyəsiniz. Xamene'nin de vurasınız, dağıdasınız. Ama oranı biz idare edebiliriz. Siz idare edebilmezsiniz. Onlar 2000 Suriye, Irak, Pakistan, Afganistan böyle bir şey düzəldərsiniz. Ama biz platform vermişik de, sizin haberiniz var, size de göndermişler. Keçid platformu. Biz bunu icra edebiliriz. Bunu heç kəs eləyə bilməz. Millətlərdən başqa heç kəs eləyə bilməz. Azərbaycanda əmniyyəti biz sağlaya bilərik. Sən götür Pəhləvini gətirsən, gətir, şəriət mədarını gətirsən, gətir, kimi gətirsən, gətir. Eləyənməzsən. Gətirsən, hatta onu təbrizdə yendirərsən də. Sabahsı günü kövrəlir. Karzay nə oldu? Apab Afganistan'a koymadınız. Ahmet Çelebi ne oldu? O birisi ne oldu ki? Aynı şeyler, aynı noktaya geliriz. Yani bunlara çok böyle ölçü, ağırlık vermek lazım da. Bazılarının için etimadı yoktu kesin bu şey eləyə. Kötü döşürə də, biz bunu elə bilməz, onlar eləyəcəklər. Qoy indi bilin. Yok. Biz duruşaq əgər etimadımız varsa, halkımıza güvenimiz varsa, yolumuza güvenimiz varsa, biz bunu eləyə bilərik. Biz bugüne kadar mesela şunda durmuşuk ve bunu da diyeyim böyle çok aşağıcasına diyorum ki biz kazanırız indi. İlerce məhdudiyet koydular, dediğimizin tersini elədilər. Biz gedirdik onlarla asıca. İndi onlar başlayıblar yavaş-yavaş bizim dalımızı. Yavaş-yavaş o cürdür deyəcəklər. Ama sınırlar. Doğru. İndi təşkilatlar ya da hər bir fəal var da bilirsiniz, bizim çoxlu fəallarımız var, müstəqil də təşkilatlara bağlı deyirlər. Bunların ölkələrə müraciət eləyib yardım almalarından necə? İndi hər sahədə ola bilər də yardım alalar. Bunlarla necə baxırsınız? İndi biri vardı ki, məsələn bir dövlət kimin baxır? Məsələn biz Azərbaycan dövləti olsaq, Güney Azərbaycan dövləti və ya Azərbaycan dövləti tabii ki hər hansı bir grubun ayrı bir dövlətdən bir pul almasına asla şey koymaz. Bak bugün Gürcistan'da bu mesele gedir. Gürcistan'da bu söhbət var, bu etirazlar. Ama işgal altında olan bir halk kimi bizim durumumuzda olan ki İran'ın işgalındadır, öz dövləti yoktur. Bu mücazdır. Hər dövlətinə irtibata girib yardım almağa bizə görə məşrudur. Heç məhdudiyyəti yoxdur. Buyur. Çünki işğaldan qurtarmaq üçün məhdudiyyəti yoxdur, yoxsa niyə? Bəli. Biz çünki işgalçı gəlib hər bir şeyimizi əlimizdən alıb, hətta bir parti qurmağa, televizyon qurmağa, şərait qurmağa biz məcburuq başqa bir yerdən özümüzə payqah düzəldib, himayət tapıb, bir dəstək tapıb, gəlib bu işgalçını gücə çevirib, işgalçını vuraq çıxardır. Ona görə bizim bu mərhələdə məşrudur. İşğalı dəf eləmək üçün, bunu biz açıq demişik, yazmışıq, işğalı dəf eləmək üçün şeytanla da işbirliği məşrudur. Tamam. Siyasi olarak hangi dövlətin siyasətlərinə yaxın görür Güney Azərbaycan Partisi, Güney Azərbaycan İstiqlal Partisi özün hangi dövlətə yaxın görür siyasi olarak? Siyasi nə baxımından? Yəni o dövləti deyək ki, özümüzə yaxın dövlət mi bilirik, yoxsa kopub dövlət mi bilirik, yoxsa
Bəli, dövlət, yaxın dövlət bilirsiniz. Özünüzü ona yaxın hiss edirsiniz. Bizim dövlət ən yaxın dövlət Azərbaycandır, Türkiyədir. Ondan sonra Türkiyədir. Biz bunları özümüzə yaxın görürük və bunlar üçün də canımızı verək. Yəni Azərbaycan üçün savaş başlayanda da elan elədik. Hazırlıq savaşa gedək. Hər yerdə lazımdırsa cephiyə getməyə. Şəxsən əsgər paltarı gibi əlimə silah alıb savaşmağa hazıram. İcazə verin, gəlin. Bunu işgal sürəcində də demişik və elə bu savaş sürəcində, son qurtuluş sürəcində də dedik. Türkiyə də haçıdır. Türkiyənin bugün bir dövlətinə davası olsa, Türkiyə biri saldırsa, məsələn, deyək ki, Yunan mı olsun, Amerika olsun, Rusiya olsun, kim olursa, Çin olsun, saldırırsa, Türkiyədən müdafiəni öz borcumuz, elə Azərbaycandan müdafiə kimi bilir və gedir onun uğrunda da savaşa. Bir sual sonra soruşacağım. Yəni sonra o dövlətlər, amma burada da soruşum. Çünki soruşmasam keçə bilməyəcəm. Mən Güney Azərbaycan insanları danışanda çox görürəm ki, Türkiyə türkcəsini danışmağa maraqlıdırlar. Oranın ideoloqlarının kitablarını oxuyurlar, onlara çox. Amma siyasi olaraq Azərbaycana yaxın görürlər ən başda. İkinci mərhələdə, yəni desək ki, məsələn, %100 Azərbaycan, %99 Türkiyəyə yaxın. Yəni nədən Türkiyə güclü olaraq siz çox Türkiyəyə bunu təmayülünüz var? Üzr istəyirəm, Azərbaycana təmayülünüz var. Azərbaycan biz özümüz Azərbaycan Niyə Türkiyə biz özümüz deyilik? Yəni niyə bu cümləni qura bilmirsiniz ki, Türkiyə biz özümüz? İcazə verin, deyirəm, indi deyəcəm. Biz tarixi olaraq bir dövlət idik, bir milləti, tarixi olaraq da bir dövlət idik və bu bizi özləşdirir. Türkiyə də bizim qardaş dövlətimiz. Biz Türkiyəni qardaş dövlətik. Amma Azərbaycan qardaşdan ötədir, öz dövlətimiz. Ona görə ikinci məsələsi, məzhəb məsələsi var, faktoru var. Azərbaycan, Güney Azərbaycan, yəni din faktoru otomatik olaraq bunu Azərbaycanla daha çox yaxınlaşdırır. Din çox da sadə tutmur. Siz siyasi olaraq, siyasi parti olaraq dinə önəm verirsiniz ki, bu ayrılığı yaratsın, yoxsa siyasi olaraq dini önəm vermirsiniz? Yəni din faktoru sizin siyasətlərinizdə bu sərhəddi qura bilir, yoxsa bu fəqət populist olaraq? Başa düşmədim, nə populist olaraq? Yəni Türkiye'ye yakın olmak bir var ki sizin mesela spekular ya Türkiye'nin o yakınlık ki indi mesela dil konusunda olur. Bu Türkiye'nin fərhəngi gücündendir. Kültürel yayım gücündendir. Azərbaycanın o kadar kültürel yayım gücü olmadığı için ve Türkiye burada çok ilerlediği için fakat Azərbaycanda değil, bütün Türk dünyasında Türkçe, Türk sivəsində danışmaq və Türkiyə ləhcəsində danışmaq, Türkiyə yaxlaşım çoxdur. Bunu hətta farsların içində də. Yəni farslar da görürsünüz ki, türkləşir, Türkçə danışırlar, Türk dizilərinə, filmlərinə, planlarına baxmağa. Və burada Türkiyənin hardasa neçə dənə televizyon kanalı vardır ki, o kültürel etkisini yayımından ortalığa gəlmişdir. Amma din faktoruna gəldiyində, din mənim ciddi alıb almayacağımdan deyil, din ciddi bir məsələdir, bir həqiqətdir. Yəni bizim, mən bunu o zaman Əhməd bəy Obaliyə də dedim, çıxdı televizyonda imamlara, Fatmaya filan deyə təhqir eləməyinə dedim, bu iş yaxşı deyil. Bizim millətimiz müsəlmandır və şiədir. Bu aşırıda çıxır xiyabanda, deyir, ya Hüseyin qılıncı yendirir kəlləsinə. Mən onun Hüseynine bir dənə tərs söz desəm, gözümü qıpmadan mənim boynumu vurur. Mən şəxs məsələsi deyiləm. Bir düşüncə məsələsidir. Yəni bu gerçəyi nəzərə almadan Azərbaycan milli hərəkatında yanaşarsansa, mən ateistəm, mənəm kommunistəm, mənəm filanam,
bu xalqla, bu müsəlman millətlə, şiə millətlə bunu edəcəksən. Və ona dəyər verməlisən, hörmət verməlisən. Bunu dövlət dəyişər. Dövlət olandan sonra hətta Azərbaycana da bizim çözümümüz var. Azərbaycan Cumhuriyyətinə. Bunu necə bu din məsələsini biz fəqət bu dini, şiəçiliyi ya müsəlmançılığı İran mərkəzlikdən çıxartmalıyıq. Azərbaycan mərkəzli bir din mərkəzinə çevirməli. Bu çox güclü faktor. Yəni Türkiyə ilə demək Azərbaycan dini mərkəzlərini Türkiyəyə bağlamaq mümkün deyil. Əslən onlar müsəlman bilmirlər. Yəni o şey olaraq biz məsələn o fərzları keçmişik, amma kütlə umumdur. Hətta Türkiyə bizə görə, mənə görə sorsa, Türkiyə bu gün Azərbaycanda istəsə müdaxilə eləsin, illa ki, yəni ki, o bölgədə qargaşa düşsə, girmək məcburiyyətində qalacaqdır və Azərbaycanda olsa, birinci tərcih Azərbaycandır. Çünki Azərbaycan daha xoş qarşı xalqın içində. Ta Türkiyə. Çünki bir mənfi zehniyyət yaranıbdır. Demək, o Osmançılıq, sünniçilik və bu bir dirəniş yaradar. İstər-istəməz o dinçilərin içində bu dirənişi yaradacaq. Ona görə biz Türkiyəni özgə bilmirik, qardaş bilirik. Amma Azərbaycan canımızdır. Biz özümüzük. Dini də, dili də, kültürü də, dövləti də, tarixi də aynısı da olur. O yüzden dedim ki, birinci yerdə, yəni Azərbaycan, Güney Azərbaycan təşkilatlarının ümumiyyətdə belə gəlir. Amma Türkiyənin demək, varlığı bizə çox əhəmiyyətlidir. Türkiyənin güclənməsi bizim üçün çox əhəmiyyətlidir. Əslən, qarantıdır. Yəni, Türkiyə bizim qardaş dövlətimizdir, can Azərbaycan, yəni biri özümüzü, amma Türkiyə bizim qarantımızdır. Türkiyə nə qədər güclənirsə, nə qədər gücləndirə bilirsə, nə lazımdırsa bunu eləməliyik. Quzey-Güney fərq eləməz, Türkiyəni gücləndir. Çünki odur bizim. Bugün bütün Türk dünyasında simgə olacaq, şivə olacaq, dövlətçilik təcrübəsindən deyək, demokrasi təcrübədən deyək, ordu, hərbi təcrübədən deyək, lider olacaq, Türkiyə olacaq. Bu işlər ola bilməyəcək. Bu işlər o məqamda deyil. Yəni bu Türkiyə... Bu iki dövlətdən sonra siyasi olaraq son mərhələlərdə hangi dövlətlərə yaxınsınız siyasi olaraq? Siyasi düşüncə. Məsələn, siyasi düşüncədən indi çox şeylər var. İndi məsələn, siyasi düşüncədən deyək, biz milli düşüncədən deyək, milli dövlətlərimizdə, Türk dövlətləridir. Onlar bizim Azərbaycan, Türkiyə və Türk dünyası. Təbii ki, ondan sonra desək dövlətlərin genə də dedim, əvvəldə tərəfimiz bizim rabitəmiz dövlətlərlə fəqət bizimki deyil, onların da bizə olan mövqeyi daha çox bəlli. Yəni birisi deyək, bizə düşmən mövqeyindəndir, yoxsa dost mövqeyindən. Bunlar mümkündür ki, tərəfsiz durubdur. İndi feylən vəziyyət bir cürdür ki, məsələn, ərəbləri deyək, tərəfsiz durublar. Yəni doğru satmır İranı. Ərəblər tərəfsiz durmur. Ərəblərin tərəfi var. Cəvəli bəy yalan deməyək, biz özümüzə Allah. Ərəblərin tərəfi var. Ərəblər, ərəb dövlətlərini deyil, amma ərəb dövlətləri də İranın tərəfində durublar, yoxsa Bəli? İranın tərəfində durublar, yoxsa məsələn millətlərin tərəfində durublar? Yox, İranın tərəfində durmuyublar. Amma özlərinin tərəfi var. Yəni, ərəb dövlətləri də, məsələn, başda deyək Ərəbistanın özü, Ərəbistan özü də elə Farslar qədər, İran qədər anti-Türkdür. Bunu biz bilirik, görürük. Yəni, deyil ki, deyəsin, məsələn, o tərcih. O birisi dövlətlərdə, ərəb dövlətlər var ki, türklərlə çox yaxşıdırlar. Məsələn, Qətər. Qətər, işlərində bir fəqət sembolu şeyi sındıran, o tabını sındıran Qətərdir. Libidir. Libin də bir hissəsidir. Yəni ki, o ərəblər Misirdir, Ərəbistan'da çalışdılar ki, onu Türkiyənin əlindən alsınlar. Əlbəttə, bu şurə siyasətidir da, onların tərəfindən icra olur. Yəni bu
əslində Bəli, amma onlar İranda balans yaşasın. dəysə, siyasi balans İranda dəysə bir-birinə, bu müadilə dəyişiləcəkdir da. Tamam. Bu indi ideolojik olaraq özünüzü hansı dövlətlərə yaxın görürsünüz? Yəni İstiqlal Partisi özünü hansı dövlətlərə yaxın görür? Elə bir yaxın bir dövlət dediyim kimi ideolojik bizim milli olaraq Azərbaycan, Türkiyə, amma onun xaricində bizə yaxın bir dövlət en azından bugün biz onu belirlemiyor. Yani yoktur bizi yaxın yanaşsın ya onu yaxın biləcək. Huquqi olaraq necə? Yəni qanun olaraq, məsələn, məşrutədə deyir ki, gedib də Avropadan 2-3 dənə huquqi olaraq hansı məmləkətin, qanunların özün yaxın görürsünüz özdə? Burada da yenə də Türkiyə əslində daha hələ əski sistemi, indiki sistemi demək ki, Cumhurbaşkanlığına keçdi. Daha əski cumhur sistemi daha bizə görə demək demokratik və daha sağlam bir sistemdir. Amma bugünkü ihtiyaçlarımıza görə Azərbaycan Cumhuriyyəti, Azərbaycan dövlət sistemi, Azərbaycan hüquq sistemi bizim işimizə uyğundur. Çünki inqilab bir mərhələsindəyik. Türkiyəninki biraz çətindir. Məclis dövlətin qabağına maneə düzəldir. Amma Azərbaycanda belə deyil. Azərbaycan Cumhuriyyətində. Və biz də o inqilab mərhələsində olduğumuz üçün çevik, sürətli demək qərarlar almağımız üçün dövlətin ixtiyarı çox olmalı. Çünki bizim əvvəl illərdə dövlət təsbitləşənə qədər ki, mümkün məsələn bir 10 il çəkə, 5 il çəkə, 20 il çəkə, nə qədər çəkə, dövlətin ixtiyaratı çox olmalıdır ki, bu sualı soruşmağımın bir səbəbi də budur ki, məsələn, fərz tuturuq ki, İran bu gecə dağıldı və biz sabahlar orada dövləti elam istiqlal elədik. Biz İran qanunlarını istəmirik istifadə eləyək. Qanun əsasıdır, normal qanunlar, hətta evlənmək qanunu, ölmək qanunu, irs qanunu, uşaq qanunu, qadınlar qanunları, bunları istəmirik istifadə eləyək. Biz hüquqi sistemdə hansısın, yəni götürüb onun qanunun ya onun qanunun bir parçaların fori icraya qoymaq istərsiniz, məsələn, sizin təşkilat olmaz. Yoxsa bunu birini götürüb orada qoymaq mümkün deyil. Çünki bunlar fərqli şərtlərdə, mesela qanunlar kültürdən daha çox asılıdır. Yəni biz hüquqi, qanuni məsələ mümkündür. Bir yerdə çox yaxşı təsir verir, başqa yerdə verməyə. Və ona görə Güney Azərbaycanın anayasası tənzim olunmalıdır. İndi əgər o dönəmə kimi yəni olunmadısa, belə bir alternativ olmadısa, demək o zaman ən qısa sürətdə, yəni ondan əvvəl bunu həll eləməyimiz gərəkir. Yoxsa bizim bir alternativimiz yoxdur ki, məsələn bu qanunu götürək qoyaq içəri. Olmaz. Yəni hüquqi yaxınlıq yoxuzdur. Yəni hüquqi yaxınlıq görmürsünüz. Hüquqi yaxınlıq dedim, Türkiyə, Azərbaycan sistemlərini daha yəni məsələn yaxın görür ya, amma onu götürüb orada qoymaq olmaz. İran sistemin yaxın görürsünüz ya yox? Yox. Çünki indi yaşanır. Görmürsünüz. İran bizi yox edən sistem. Yəni özümüzün elə bir ki məhv. Yox, hüquqi sistem deyirəm. Bunu da heç bir şeyini, İranda nə hüquq tanır, nə filan, heç bir şeyini tamam. Qəbul edin. İndi siz də buraya yetişdiniz. Acaba sizin təşkilat bugün o gecəyə, o günə qanuni anayasa ya bəzi yasaları tərif edib üstündə özü bir nümunə hazırlayıb ki, ya mən bunu sabahları inqilab oldu ya yıxıldı İran, dövlətimi elan elədim, bu qanunu qoyuram məclisə bir ayın içində, çünki əlbəttə bir ay da çəkməyər. Çünki elə siz o gün ki elam istiqlal edirsiniz, neçə nəfər bir-birindən savaşır, məhkəməyə gələcək. Hangi qanunla bunu yetişəcəksiniz? O gün idarələrlə insanların müşkülü olacaq. Biri də insanlar tutulacaqlar, insanlar mümkün intiqama girərlər, bunlara qanun lazımdır. Bunlara siz parti olaraq nə iş görmürsünüz? Hüquqi, yəni bir şey hazırlamışsınız, anayasa,
və o birisi yasalardan? Lazımdır, amma yox. Biz eləməmişik, eləyə bilməmişik. Amma bunu eləmək, yəni anayasayla tənzim eləmək, bu ən azından keçici olaraq bir yasanın olması lazımdır. Biz Bu eləməmişik. lazımı bilirsiniz, amma bunu indi bunu bilirik ki, bu lazımdır. Amma bunu məsələn ordu bilirik lazımdır, silahlanmaq lazımdır. Onun üstündə işləmirsiniz, bilirəm bunu. Amma acaba qanunun da üstündə işləmirsiniz? Biraz mübahisələrimiz olubdu, amma hələ bir əlbəttə bir dənə də anayasası təklifi var. Amma öncəliyib, yəni bunun islahat təkmilləşdirməsi üçün mütəxəssis hüquqşünaslar filan lazımdır ki, bunu şey eləsin. Üzr istəyirəm, bu hüquqşünas sözünü mən çox eşidirəm, məni biraz şey edir, didərgin edir. Siz o zaman ki bir dənə hüquqdan danışırsınız ki, yoxdur, istəyirsiniz yaradasınız. Hangi hüquqşünaslar? İranın hüquqşünasları gəlsinlər, nəzər versinlər ki, bu qanun düzdür. İranda beyinlərimiz İranlaşmış hüquq. Yəni beynimiz İran hüququ ilə hüquqlanmış. Siz məsələn fərzən deyək ki, 4 dənə vəkili, Azərbaycanlı vəkil İranda dərs oxuyublar, doktora alıblar, danışıqda dərs deyirlər. Sabah deyirsən ki, acə gör bu qanun düzdür, yox. O gələcək İranda aldığı zehniyyətlə bu qanunları ölçəcək. Yox, zərurətən elə deyil. İran qanunlarından deyir ki, bir beynəlxalq qanunlar var, diplomatik rabitələr var. Yəni buna baxanlar əsasında bizim məsələ demək Azərbaycanda qəşəng mütəxəssislər var. O mütəxəssislərdən istifadə edə bilərik və ya Türkiyədən. Azərbaycan, yəni müstəqil Azərbaycan, Güney Azərbaycan. Müstəqil Azərbaycan. Azərbaycan Cümhuriyyətindən. Olan mütəxəssis ixtisaslar bir mərhələni keçiblər onlardan istifadə. Biz olan təcrübələrindən istifadə eləməliyik. Odur ki, təkəri biz də gedib özümüz düzəltməyəcəyik. Ona görə soruşdum da, o hüquqi cəhətdən hara özünüzü yaxın bilirsiniz? Çünki o keçici mərhələdə hətta orduda da biz oradan dəstək ala bilərik, hüquqda da dəstək ala bilərik. Amma bu ki dedik ki, onu götürüb ölçü oraya qoymaq bu işləməz. Bunu bilirik ki, işləməz. Çünki kültür fərqi var. Biz bir millət olsaq da biz 200 il ayrılıq, özellikle de son 100 il ayrılıq kültürel dəyişikliklər şeyler. Bir şeyler mesela Azərbaycanda hüquq kimin, haq kimin ya bir norma kimin qəbul olunursa Təbrizdə onun mənfi şey ola bilər və ya ən azından Azərbaycanda Bakıdakı kimin qəbullanılmaz deyə şeylər var. Ona göre Güney Azərbaycanın özünə məxsus anayasası tənzim olunmalıdır. Dörtü qərarı işləyibdir bunun üstündə və geniş də işləyibdir. Hazırlayıbdır bir demək kitab formasında. Amma o hamının, yəni Azərbaycan təşkilatlarının tərəfindən də bir incələnib, islahat olunub, hazırlanması lazımdır ki, ən azından o çünki Azərbaycanın anayasası rəsmi qəbul olunması uzun prosesdir. Biz hələ çox uzun çəkər, 2 il çəkə bilər. Çəkər, çox çəkər. Mümkün ondan da çox çəkər. Çünki biz gedirik, heç bir şey yoxdur ki, gedirik, əvvəl gedirik, o İranı çıxada, indi bu orada quracaq, quruculuq mərhələsi başlayacaqdır. Və yəni ki, dövlət, birinci o quruculuqda dövlət qurula, polisi, ordusu, əmniyyəti düzəldə, məclisi aça, məclisə şərait düzəldə, əmniyyət hiss eləyək, elə rəyini deyə, mütəxəssislər gələ işləyə və s. və s. O mütəxəssislər kim yetişdirmişsin dediyiniz çox doğrudur. O mütəxəssislər İran zehniyyəti ilə yetişdirilmiş. Bizim vəkillər var, gəliblər, İrandan çıxıblar, Azərbaycan Milli Hərəkatında da məsələn güvəki vəkillik edirlər. Baxsan görürsən, beyin olaraq yəni İran qanunu ilə hökm edir də sənə. Yəni metrodur da, ölçə bilmir ki, ayrı metrəliyində yoxdur. Neynəsin yəni adama eyrət tutmaq olmur ki, adam metr veriblər, deyiblər bununla ölçəcəksən. O da o metrlə ölçür. Sən də desən mənim qanun əsasını yazmışam, cənab Döktür Qərəbi yazdığı qanun əsasını, anayasanı cəcindən ölçdüyən deyəcək ki, hangi metrlə ölçüm? İran metrlə ölçəcəkdir. Bu bizim zərərimizədir. İndi burada görürük ki, yəni o yasalar deyil. Salih bəy,
Çox insanlar yaşlılar. Yəni hər saniyə yaşır və hər saniyə qonşu ilə, dədə-balı ilə, ər-arvad hamısının müşkilləri ola bilər və həmin saniyə ola bilər. Və həmin saniyə bu həll olmaqdır. Hangi dairə, hangi sistem bunu dixalət eləyəcəkdir, ya hansısı nə eləyəcəkdir? Bunlar indidən olmasa, o günləri ki, dövlət qurulur, məsələn bir 5-6 ay intiqama girər. İnsanlar bir-birləri, məsələn, xanım istəyir boşana deyər ki, mən öldürürəm, çünki bura bir dövlət şeydir. Dövlət yoxdur. Yəni qanun yoxdur. Onun üçün indi siz bunu nə qədər ciddi görürsünüz? Yəni əcəba bir parti olaraq bunu ciddi aparacaqsınız bundan bu üzə ki, biz bunun üstündə işləyək, bu bizə silahlanmaqdan belə önəmlidir. Çox ciddi məsələdir. Biz bu günə qədər bilən ki, bir şey işin içində ola bilməmişik. Yəni gücümüz yetməyibdi. Amma bunu bundan sonra üstündə işləməyə çaba göstərməliyik. Göstərməyə çalışacağıq. Ki çox gözəl. Azərbaycan Türkiyə demək anayasalarını inceləyib və mövcud olan təkliflərlə tutuşturub bir mükəmməl, ən azından keçici məsələləri həll edəcək bir anayasası hazırlayıb və onun üzərində hökmlərin verilməsi. Hətta Salih bəy, sizin yadınızda məndən yaxşı gələr, 57-də o zaman ki rejim yıxıldı, quruculuq dövrəsinə gəldilər, anayasa yox idi miz üstə. Və biz elə məsələn 6 ayın içində də bir həşələm şorba, insanların həyəcan, filan, bəhman, inqilabi vəziyyət, gəldilər diktatorunu soxdular, vilayət fəqih, yəni mən danışqahda 2 cələsə bunun haqqında 4 saat üstəndanlıq eləmişəm. Çox da bəhs şey olmuşam. Amma o şey vilayət fəqih mütləq tamam şahdan çox ciddi bir müşketarlığı bizim başımıza soxdular. 6 ayın içində insanlar biz bunu əvvəldən hazırlığımız olsa, heç olmasa təklif üçün, yəni məclisə təklif eləyəsən, amma mənim bu varımdır. Bir 2 il vaxt verəsən insanlar bunu həllaşlıq eləyələr, iradlarını çıxadalar, filan eləyələr ki, sabahlar məsələn bir sistem qurula, eləyə bilək bu sistemlə bir 10 il yol gedək, milləti apara bilək, yoxsa olmaz. Onun üçün mən fikir edirəm ki, çox önəmlidir ki, indidən bir qanun əsası yazılsın, təşkilatlar bu haqqa girməlidirlər. Tək qanun əsası yox, çoxlu qanunlar. Əmniyyət qüvvələri nədir olacaq məsələn? Məsələn, məsələn, faşlar pulları var, silahları vardı. Onlar bizdən qabaq silah əllərindədir. Silahlandılar, deyirlər, gedirik Azərbaycana alaq. Biz nə cür məsələn burada, yəni burada bunların hamısı fikirləşməli və qanun şəklində gəlməlidir. Məsələn, fərzən deyək ki, istirik sabahları Türkiyəyə deyək ki, ya Azərbaycan yaxşı bizə ordu göndər, bizi qorusun. Hangi yasa üzündə bunu istəyəcəyik? İndidən gəlir onun yasası yazılsın, heç olmasa təşkilatlar gəlsin, desin ki, biz bu yasanı qəbul edirik. Heç olmasa onu desin. 20 dənə təşkilatdan onu desin ki, mən bu yasanı qəbul edirəm. Sabahlar istinad edək 20 dənə təşkilatın qəbul elədiyi yasa üzərinə Türkiyədən ya Azərbaycandan ya X-dən istəyirəm ki, bura mənə məsələn şey versin. Bu birisi sualımda ona elə bənzir, amma bunu da belə soruşum. İdarə sistemi olaraq, indi sabahları İran sistemi yıxıldı. Ustandarlar var, fərmandarlar, bəxşilər, polis, əmniyyət, ədliyyə, nə bilim, su idarəsi, bank idarəsi, bunlar hamısı sistemdir da, sistemlər işləyir. Bu sistemləri olaraq siz özünüzə hangisına yaxın görürsünüz ki, sabahları deyəsiniz ki, tamam, mən indi bunların hamısı dağılıbdır, amma bunları işə salmam lazımdır. İnsanlar gedib çörək alacaq, baydan pul alıb vermək lazımdır. Mən bu hangi sisteminə bunu fikirsə, hangi idarə sistemindən yardım ala bilərsiniz və hangi sistemə yaxın görürsünüz ki, gəlsin, mən onu burada icra eləməyə, özümün o faslı bumiləşdirmə, yerəlləşdirməyə çalışım. Bu bir texniki məsələdir. Baxın, bir gündə o sistem, hətta insanların kültürü, yəni kültürə çevrilir. Ona görə onu elə idarə sistemi, o sistem o formada ki var, onu bumiləşdirməyə, milliləşdirməyə çevirməliyik. Bizə, mənim şəxsən fikrim budur ki, onu biz yenə də ayrı bir yerdən götürüb, gücü gətirib oraya qoysaq, xalqı buna alışdırana qədər bir şey çəkəcək. Bu sistem var burada, dövlət idarə sistemi. Deyək, məsələn, baxışlarısı, şəhərdarısı filanı. Bizdə gəlib araya da polis idarəsi qurmayacaq ki, həmən polis idarəsini alacaq bu dəfə
Azərbaycan polisi edəcək də, İran polisi deyil, Azərbaycan polisi. Və ya o fərmandarı bu zaman olacaq, Azərbaycanın deyək, məsələn, valisi olacaqdır, ya məsələn, Təbrizin valisi olacaqdır. Onun adam dəyişiləcək, o İranın göndərdiyi məmur dəyişiləcək, Azərbaycan düşüncəsi, milli karakter, milli bir şəxsiyyət oturacaq orada və yavaş-yavaş orada onu Türk uygarlığına uyğun demək Fars sistemindən uzaqlaşdırıb İran mərkəzçiliyindən demək mücərrəd bir formada idarə edilmək mümkündür. Yoxsa təbii ki, şəbasi çörəkxanalar işləməlidir, davaxanalar, xəstəxanalar, bunlar hamısı işləməlidir. Millət xəstələnə gedir, orada doktorcaya müalicə eləsin və ya müayinə eləsin, dərman yazsın. Olmazsa bu hamısı dəyəsin, bir-birinə bağlansın. Onu elə yavaş-yavaş adapte olunmalı, çövürülməlidir. Güncəl... Talib Bey, mən əgər yadımda olsa, 57 inqilabında insanlarda bir ruhiyyə tapıldı. Yəni, bir fədakarlıq ruhiyyəsi. Məsələn, mənim yadıma gəlir, cəhad-ı sazəndici deyə bir şey düzəltmişdilər. İnsanlar, xüsusən öğrencilər, universitet gedirlər kətlərdə bitim bitirdilər, yer əkirdilər, ağaçları, yəni çox belə bir... Çünki o inqilabi şəraitdə ruhiyyələr dəyişir, insanlar dəyişir, toplum o zaman çox gözəl dəyişmişdi. Yəni, əgər onu fasid eləməsəydilər, fasid adamlar aradan aparmışdı, çox acibdir. Yəni inqilabı dəyişmişdi. Yəni kültür də dəyişmişdi, hər şey dəyişmişdi. Sən fərqli bir insanlar olmuşlar. Mənim gördüyüm qədər. Yəni Gene də bizim o cür bir fərqli dövrəni yaşayacağıq. Xüsusən biz bunu Qələbəbəşdə görmüşük. Qələbəbəşdə mən o zaman oradan canlı rapor verəndə məsələn mən dedim 300 min nəfər adam gəlibdi. Siz fikrin ki 300 min nəfər orada bir həftə qalır məsələn insanlar bir-biri ilə bacı-qardaş kimi, dədə-bala kimi, yoldaş kimi bir dənə xanımın başmağı ucaydı, diftaban giymişdi, onun ayağı burkuldu. Ondan sonra biz orada bir həftədə şəhərdə heç olmasa neçə nəfər adam savaşmışdı, bir-birini bıçaqlamışdılar. Ər-arvad savaş çıxmışdı qonşular, amma orada dağda hamı bir-birinin dibində yatırdı, dururdu, heç kəsin namusuna falan. Yəni İslam deyəm ki, o şəraitdə ruhiyyə də siz ona baxmayın ki, indi bu ruhiyyə vardı. O ruhiyyə, milli ruhiyyə deyişəndə çox şeyləri siz dəyişdirə bilərsiniz. O fürsətdən istifadə edib dərin inqilab yarada bilərsiniz insanlarda. Dərin inqilab. Yoxsa o fürsətdən istifadə edib, məsələn, heç istifadə eləməmək də olar. Məsələn, Xümeyni zamanında istifadə eləmədilər. Əlbəttə elədilər. Onlar çox yaxşı istifadə elədilər. İnsanları göndərdilər savaşa da. Yəni, belə insan öz-özünə getmədi ki, savaşa. Baxsan, hamı sərbastlıqdan qaçırdı. Orada hamı getdi cipiyə. Yəni, bunu gördük da. Bəli. Biz bu idarələri birinci mərhələdə ələ keçirmək. Yəni ki, o inqilab mərhələsində, köçüşdən öncə. Baxın, məsələn, bir xordadda bizim təhrimiz buydu. Təbrizdə və Urmuda. Urmuda əlbəttə bu əməli olmağa yaxınıdır, ancaq biraz aşırı oldu. Bizim zadımız budur ki, demək, radyo televizyonu mühasirəyə alıb radyo televizyonu ələ keçir. Bu dövlətə ələ keçir. Ola bilər. Bəli, ola bilər. Bəli. Təbrizdə radyo televizyon getdilər, amma o qəşəng mənə gələdilər. Pastorlar zatlar millətin zadını azaltdı, xəşmini azaltdı. Amma Urmiyada yandırdılar. Radyo televizyonu yandırdılar. Aha. Yəni içəriyə girib... Çıxmaq əvəzinə yəni rejim deyə bilərik yandırdı, ya bizim adamlar yandırdı. Çünki rejim yandıra bilər ki, bunların əlinə düşməsin. İndi hər hangi halətində yandırıldı da. Yəni ki, amma hədəf o deyil ki, o yandırılsın. Çünki ona bizim ehtiyacımız var. O televizyonu alıb, o fərmandarını alıb, o demək şəhərdarını alıb, oradan şəhəri idarə eləmək. Ona görə və əlbəttə inqilab ab-havası ayrı bir şəraitdir, bir səmimiyyət, bir insanlarda bir vicdan yaradır, inqilabı vicdan yaranır ki, onda bir çox şeylər otomatik, yəni bir çox məsələlər həll olur. Yəni xalq paylaşır. Məsələ o dönəmdə
təzahüratlarda mesela şahın məmurlar ki vururdu. Tuturdular adamlar, qaçırdılar. O Əslixanadan küçələrə ki tökülürdü. Bütün qapılar açıq qoydu. Ya hər kəs 3-4 nəfər yanına evinə heç baxmırdı ki bu kimdir? Dostdur, düşmandır, hırsızdır, oğlandır, qızdır, evində qızı var, arvadı var, xanımı var filan. Açırlar, töküldü içəriyə. Saxladılar, sonra həmən adam görsən ev sahibi çıxırdı, bir məhəlləni dolanırdı, görsün ki, hər şey şeydə, ondan sonra dedi, gedin. Bizi məsələn 2 ev açırıb, 3-cü evdən eşiyə ötürüblər. Yəni ki, sahibçi də şübhələnməsin. Hesab edən bu evin divanından aşırdı, o birisinə nərdivan qobla geçmişik, ondan geçmişik o birisindən çıxmışıq Türkiyəyə ki. Arz edirəm, ruhiyyələr fərq eləyəcək. Yəni o mərhələnin özünün bir milli ruhiyyəsi tapılır. O ruhiyyə məncə ən dərin inqilab o ruhiyyəni düz istifadə eləməsi, onu düz kanala aparmasıdır. Yoxsa dəyişimlər çox çətin olur. Mənim bir 8 dənə də sualım vardı. Bu 8 suala da qısa cavab verək. Bu günü qutaraq yavaş-yavaş bir 20 dəqiqənin içində. İndi yenə də həman sözə düşünürük. Bunları soruşduq. Siyasi olaraq, hüquqi olaraq, iqtisadi olaraq, idari olaraq özdə hangi dövlətə yaxın görürsünüz? İndi hangi dövlətlərə ya millətlərə yaxın olmağı düşünürsünüz? Yaxın olmağı? Bəli, yaxınlaşmağı, yaxın olmağı. Bütün dövlətlərlə ümumiyyətlə müsbət, normal rabitə qurmaq ən uyğun bir mənim vaxtım elə bir şey qutulur, telefonun səhifəm qaraldı, kəsilsə, onda özürlü sayırsınız. Əgər sim vardı, taxa bilsəz, eləyə bilərik ki, o burada simi yanımda yoxdur da, sim də buraya yetişməyəcəkdir. Tamam. Olmasa qalarsa baxa. Bəli, yəni bütün dövlətlərlə normallaşma və o tanış züdai deyirlər. Biz həmişə savaşda yaşaya bilmərik ki, düşmən səviyyəsində də yaşaya bilmərik. Bütün dövlətlərlə yaxşı rabitə qurmağa çalışırıq. Təbii ki, təşkil elədiyimiz həm eyni maraqda olan dövlətlər də ki vardılar ki, dediyimiz Türk dövlətləri, Azərbaycan, Türkiyə, bunlar bizim ən yaxın. Amma elə faslarla da biz toprağımızdan çıxadandan sonra normallaşmağa çalışacaq. Biz onları gelib yox eləyək və ya məsələn onlar yer üzündən silək filan deyə daimi düşmən qalacaq deyə bir şey də yoxdur. Buyurun. Onda hangi millətləri ya dövlətləri rəqib tanırsınız? Üzr istəyirəm, düşmən tanırsınız. Əvvəl buradan başlayaq. Yəni indi siz bir düşmən dövlət tanırsınız, düşmən millət tanırsınız əlan. Dövlət tanır, amma millət terminə bunu işlətmək doğru deyil. Çünki millət ümumiyyətlə bəlli bir kəsimin tərəfindən yönəltilir, yöntəmlənir. Millətin özünü düşmən görmək doğru deyil. Amma düşmən desək, düşməni də bölmək lazımdır. Birinci dərəcəli, ikinci dərəcəli düşmənlər. Yəni bilqüvvə və bilfeil düşmən. Bizim bilfeil düşmənimiz, bilafasilə düşmənimiz İran. İran, Fars, işğal. Ayrı düşmənimiz yox. Yəni ki, onlar bilqüvvədirlər. Yəni indi biz gücümüzü İrandan. O birisilər bilqüvvədir. İran bilfeil. İran bu hal-hazırda bizi yox eləməkdə, toprağımızı işğal eləməkdədir. Birisi sabahları qalxarsa toprağımıza, bunu gözünü çıxadar. Amma bunun haricində hər hansı bir milləti bilafasilə, yəni bilfeil düşmən olmadığı üçün enerjimizi onlara sərf eləməmək. Amma bilqüvvə təhdidlər var. Bunları da çalışırıq ki, siyasi olaraq həll eləyək və ortadan qaldıraq. Çünki savaş heç kimsənin xeyrinə deyil. Bilirsiniz, biz məcbur olmadığınız təqdirdə savaş əsla bir yaxşı yöntəm deyil. Bəziləri bunu istifadə edirlər dövlətlərini bərkitmək üçün, idarə eləmək üçün, xalqı kontrol eləmək üçün. Amma ən zərərli, ən həzinəli bir şeydir. Bir şey ki, bunu məsələn yaxşı diplomasi ilə də həll eləmək olar. Savaşdan çəkinmək olar. Ona görə bizim yeganə düşmənimiz İran, Fars işğal. Ayrı bir düşmənimiz yox. Bu anda.
rəqib düşmənlər, rəqib millətlər ya dövlətlər hansıdır? Rəqib hər kəs rəqib. Bilirsiniz, hətta məsələn, əsən o rəqabət olmasa yoxdur ki, hər kəsin bir mənfəətləri var. Bütün qonşular rəqibdirlər. Hətta uzaq qonşular, qonşu olmayanlar da sizə rəqibdir. Hamı rəqibdir də. Siz ki varsınız, bir varlıq varsınız, orada deyək, məsələn, Azərbaycanın bir mənfəəti var. Bunun yanında, məsələn, deyək ki, Türkmənistan, eyni bizdən, onun da bir mənfəəti. Bu arada bir rəqabət gedəcək. Bu bazarı mən əldə edeyim, mən artıq satım, mən artıq qazanım, mən daha rahat yaşayım. Yəni bu həmişə olacaqdır. Hamı rəqibdir. Hər kəs rəqibdir. Tamam. İndi rəqib dövlətlərə qarşı necə bir siyasətlər və stratejilər düşünürsünüz? Yəni bunlarla işləməyi necə düşünürsünüz? Mütləq işləməlisiniz. Biz rəqib və düşmən fərqli terminlərdir. Bugün baxın Azərbaycanda, məsələn, Güney Azərbaycan partiləri bir-birinə rəqibdirlər. Burada rəqib partilər var, onlar düşmən deyirlər. Onlarla biz rəqabət içində. Kim bu gücü, bu himayəti xalqdan qazana biləcək? Xalqdan bu məsuliyyət ona görə onaylanacaq ki, geçsin bu işi görsün. Amma məsələn, mərkəz qüvvələri deyək, İrançı partilər deyək, xalq mücahidi olsun, ya məsələn Pəhləvisi olsun, ya Hizbullah olsun, ya Bəsici olsun, ya nəsə olsun, bunlar düşmən partilərdir. Ona görə rəqiblə hər daim irtibatdasınız, çalışırsınız, işləyirsiniz, alış-veriş içindəsiniz, amma eyni zamanda rəqabət güləcəksiniz, amma işinizi görəcəksiniz. Yəni başınızı əyəcəsi qəbul eləmək mənasında, amma öz siyasətinizi yeridəcəksiniz. Bu xaricilərin, Amerikanın, Kanadanın qəşəng bir xasiyyətləri var. Gülənlər adama, amma işlərini görək. O nifrəti də olsa gülürsə, o nifrətini, amma işini görür, işini aparır. Biz ona görə rəqiblərlə əməkdaşlıq içində amma özümüzü onlardan üstə çəkməyə hər daim çaba göstərməliyik Azərbaycan. Evet. Tamam. Düşmən tanıdığınız İranı tanıdınız. Acaba Farsları siz niyə düşmən görmədiniz? O halda ki, məsələn, bir dənə, məsələn, deyək, 5 yazan, başı 5-i oxumuş bir Fars, məsələn, mekanik, bənna, gəlir burada oturur, sosial şəbəkədə yazır ki, əgər şey olsa biz sizin qanınızı itərik. Acaba bunları düşmən görmürsünüz? Dedik, Fars bir millət, indi millətin içində heç, məsələn, çoxları vardır ki, heç bilmir ki, deyək ki, İran adlanan yerdə ayrı bir millət də var. Bunu millətin umumuna bağlamaq, məsələn, Erməni, Azərbaycan... Biz Əraqla da savaşdıq. Baxın, biz elə bunlar, bu millət, durdular ki, Ərağı da bilmirdilər, amma durdular ki, 8 il savaşdılar. Düşmən tanıdılar. Və düşmənlik... Tamam, bunu fasla getməlidir ki, bunu tüylərlə getdi. Hamı getdi, bəli, bəli. Ona görə, baxın o savaşda, hər kəs ki, hər adına, bu Farsdır, Türkdür, Ərəbdir, Kürddür, Bəluşdur, nədir? Hər adına o İran dövlətçiliyini bizim əleyhimizə kullanmağa, işlətməyə, savunmağa qalxırsa, düşmən də vurulacaqdır, savaşılacaqdır. Yəni orada seçim yoxdur. Yəni orada Həsən Fars olmayan, məsələn, biz Təbrizdə pasları vurub əzəcək. O paslar ki, Farsın mənfəətini orada vurur. O tüydür, amma Farsın mənfəətində olan birisi. Yəni hər kəs o hakimiyyəti, o işğalı bizə təhmil edirsə, düşməndir. Ondan düşmən kimi rəftar olunacaq. Amma millət olaraq mən dedim ki, Fars millətini biz düşmən bilmirik. Amma Fars dili, baxın, Fars dilinə tərəhüm yox. Çünki Fars dili bizi yox edən terminlərdən birisidir. Fars dili, məsələn, mütləq Azərbaycanda heç olmasa bir 30 il Fars dili qadağan olunur. İndi burada bir dənə sual soruşum. Siz Fars'ı millət bilirsiniz, qovmu bilirsiniz? Çünki onlar özlərini tərif eləmirlər. Yoxsa Tudə bilirsiniz? Yəni Tudə bir toplum bilirsiniz. Fars da millətdir. Biz Farsları da millət bilirik. Onların da dövlət olma haqları vardır. Onlarla da qonşu olacaq və ümidimiz
budur ki, onlar da o yüksəklərdəki demək xəyallardakı gəzirlər, onlardan yeni biraz real baxıb və qonşuları ilə real bir rabitələr qursunlar. Və nəhayətdə də buna məcbur olacaq. Buna məcbur olacaq. Millətlə. Bu Farsla, bu Fars dövləti ilə sizin düşmən bəllədiyiniz əslində kəsim ilə. Demirəm ki, mən Farsla millət demirəm, bunu deyim. Mənim tərifimdə Fars millət də deyil, qovum da deyil, üçün özü də qəbul eləmir. Mən onları tudə, yəni toplanmış, oradan-buradan türklərdən, ərəblərdən farslanmış insanlar özlərinə Fars deyirlər. O cür yığışmış bir şey bilirəm. Ona Fars ədəbiyyatında camiəşinasında tudə deyirlər. O tudə olaraq mən onları tanımlayıram. Mən özüm belə tərif edirəm. Amma sizin də tərifinizə hörmət qoyuram. Bu da sizin partinin tərifidir. Çox gözəl. İndi siz bu düşmənə qarşı, yəni düşmən tanımladığınız ona qarşı hangi strategilər götürəcəksiniz? O fərz buyurun, bomba şimyayı vurdu. Sizin şəhərlərinizi bombardıman elədi. Sizin adamlarınızı başladı zindanda qırmağa. Elə bir ki, donubdu ya da ki, siz kəsildiniz. Salih bəyin batırısı qutardı, kəsildi dostlar. Mən burada əlamət qoyum, 16-cı sualı soruşurdum 2-ci bölümdən qalsın. Yarın bunu danışarıq, bəli, Kamilən batırısı qurtuldu, çıxdılar qırağa. Əziz və hörmətli dostlar, bir də salam ərz edirəm, son dəqiqələrimizi qutarıram. Yenə də hamma huzurlarınıza salam ərz edirəm. Bir çox dostlar gəldilər, salam yazdılar, danışdılar, yazılar yazdılar. Mən bəzilərini oxudum, bəzilərini oxumadım. Dostlar, əcələ eləməyin. Bu günün 2-ci günüydü. Güney Azərbaycan İstiqlal Partisinin sözçüsünün huzuru 2-ci günüydü. 4 gündə hələ qalır, gələcəklər və bizim 450 sorumuz hələ qalır. O 450 soruya da cavab verəcəklər və bu 450 soru sizin sorularınızın çox, yəni buradan, budur deyim, bir kitab çıxacaq dostlar. Bu müsahibədən bir kitab çıxacaq. Hər bir partinin buradan çıxdığından bir kitab qədər yazı çıxacaq. Yəni onu müntəşir eləyib bir dənə 150-200 səfərlik kitab çıxacaqdır. Yap azı desəm, bir dənə 150 səfərlik kitab çıxacaqdır. Mənim özümün də istəyim budur ki, kitaba çevirəm bunları və hətta tez olaraq özüm bəlkə bunu bir danışıqların biri ilə danışdım. Doktora tezi olaraq bunu verdim. Dedim ki, mən bunu işləmişəm. Azərbaycan partiləri beləsi bir şey vəziyyətdədirlər və bu istəkləri istəyirlər, düşüncələri budur, filandır, bunları danışıq. Amma əcələ eləməyin. Biz bir də usul bu otağa tərif eləmişik. Bunu dünənləri oxudum, sabah yenə oxuram. Dostlar, o adamların ki, adı, şöhrəti bəlli deyil və əksiləri yoxdur. Onlardan soru gəlsə də qəbul eləmir. O adamlar ki, tohin elirlər, hər kəsə, hər gəlməz danışan qonağımıza, mənə ya hər kəsə tohin eləsələr, təhqir eləsələr, ittiham vursalar, onları silirik, dilit edirik, gördüyümüzü dilit edirik. Çünki biz burada bir dənə, baxın, Salih bəy, bu günləri nümunəsini verim, bu günləri 2-ci gündür, dostlar. Salih bəy, əvvəldən bu günə qədər, hətta mən bir-iki dəfə hiss elədim ki, məsələn, istir ad gətirən, mənfi danışıram. Özün kontrol elədi. Siyasi adam budur. Siyasi adam düşüncəsini dartar danışar. Siyasi adam ağzına gələni mən deyim, yox elə mən sadiyəm, mən beləyəm. Yox, siyasi adam sadə olmaz. Siyasi adam siyasi olar. Mən bu sözü desəm, nə nəticə alaram? Kimləri hərəkətdə narahat elərəm? Bütün deyək ki, deyək, yox, mən məsuliyyət daşımıram. Yox, məsuliyyət daşırıq. Hamımız məsuliyyət daşırıq və məsuliyyətimiz biri budur. Bu hərəkət hərə bir adından bir dəlilə görə qoşulubdur. Heç kəsi biz haqqımız yoxdur. Deyək ki, sən iştiba edirsən. Sən qələt gedirsən. Mən Sayın Salih bəy İldırım cənablarından soruşdum. Ağa, sizin milli tərifiniz ola bilər mənlə, Həsənlə, Hüseynlə fərqli olsun. Necə deyə bilərsən ki, mənim tərifimə görə sən xainsən? Deyə bilməzsən. Çünki sən tərifin gərək ola, mənim də tərifim ola. Deyək ki, hop, tamam, bu tərifin hansısı düzdür, hansısı qələtdir. Kim deyir düzdür, kim deyir qələtdir? Bunun üçün biz dostlar, mən də burada bir iştibah yazmışam. İkincini
2000-ci yazmışam. İslah eləyəcəm dostlar. Bunu yayanda, canlı yayında eləyə bilmirəm. Bu günləri çox gözəl danışdılar. Mən hətta sözlərini çox qırmağa çalışdım. Dözdülər. Hörmətlə şey elədilər. Əlbəttə bu müsahibənin formətidir. Yəni ədəbsizlik eləmirəm girəm ora. Çünki çox uzun çəkir. Məsələn, biz indicə heç olmasa bir 70 suala cavab verirdik. 2 gündə eləyə biləydik ki, gələn günlərdə də bunu qutarırdıq. Məsələn, yetişəydik 450 suala yetirəydik. Amma biz buna biraz hız verməliyik. Biraz tövzihatı çalışmalıyıq ki, sayın qonaqlarımızdan xahiş edəcəyik. Cümlələrin kəlmələri quranda qıssa cümlələr qursunlar, kəsici kəlmələrlə, sözlərlə eləyə bilsinlər ki, məsələn, o sözü ki, eləyə bilirlər 2 dəqiqədə deyirlər, onu yarım dəqiqədə desinlər. Onu ata bilərlər sonra. Sonra o sözü lazım olsa, məsələn, tövzih verərlər ki, mənim bu sözdə bu anlamlar var, daşır. Əlbəttə, onda biz sual soruşuruq. Yəni, mən özüm hər bölümə ki, gedəcəyik, hər bölümdə onlar sualını görürsünüz. Məsələn, burada bu günləri soruşdum ki, sizi hangi dövləti hüquqi yaxın görürsünüz, hangi dövləti idari yaxın görürsünüz, hangi dövləti siyasi yaxın görürsünüz, hangisinin iqtisadi yaxın görürsünüz, hangisinin ordusal yaxın görürsünüz. Bunlar da o birisi sahələrdir. Daha ehtiyacı olmadı soruşam. Çünki gördüm ki, Türkiyə və Azərbaycan bizim Azərbaycan bizuq, Türkiyə bizim qardaşımızdır. Stratejisi ilə yaxınlaşan bir kəsimə daha bundan da soruşmayasan ki, orduda nədir olacaqdır, iqtisadda nədir olacaq, ticarətdə nədir olacaq, beynəlmiləl uluslararası ilgilərdə, rabitələrdə nədir olacaq da bunları soruşmağa ehtiyac yoxdur. Yox dostum, bu günləri təəssüflə mən bu şeyi eləyə bilmədim. Clubhouse-ı eləyə bilmədim. Çox heyflər olsun. Sabahları çalışıram, biraz tez onu yola sallam, sonra bunu yola sallam. Çünki bunu yola salmaq ondan mənə rahat gəldi. Bəlkə bundan tanış olmuşam ona görə. Çox üzr istəyirəm. Bu günləri Salih bəy İldırım cənabları milli ərdəmli davrandılar. Burada yazırıq. Dünən də milli ərdəmli davranmışdılar. Çox heç bir təşkilata, heç bir fərdə ad çəkərək təhqir yox, tohin yox, əşalamaq yox, ərz eləyim xidmətinizə və sayğılı. Bunun üçün ərdəmli, əxlaqi nömrə verdik bu günləri. 2 gün dalbadal bu zirvədə qaldılar. Mən umuram ki, tamam dostlarımız da hamısı, tamam təşkilatlarımızın hamısı moral olaraq, ərdəm olaraq üstə qalsınlar. Bizdə ərdəmlik çox-çox mühümdür. Çünki hərəkətlər ərdəmsiz olsalar getməzlər qabağa. Mən əxlaqdan bilirsiniz, mənim şəxsi özümün əxlaqdan bir ayrı anlamım var. Əxlaqa o mənada ki, bizə öyrədiblər, etiqadım yoxdur. Ədalətə o mənada etiqadım yoxdur. Çox şeylərə o mənada ki, bizə öyrədiblər, etiqadım yoxdur. Amma ərdəmli olmaq bu ki, hörmətlə insanların düşüncələrinə, hətta ixtilaflara yaxınlaşmaq çox önəmlidir məncə. Onun üçün də mən çox-çox sevinirəm ki, bizim milli hərəkətimizdə, təşkilatlarımızda ərdəmli insanlarımız, ərdəmli təşkilatlarımız vardır. Salih bəy İldırım cənabları və onun təşkilatı, yəni Güney Azərbaycan İstiqlal Partisi 2 gün dalbadal milli ərdəmli rütbəsini qazandı. Bilirsiniz, ərdəmliyi 3 yerə verdik, dedik ərdəmli, ən ərdəmli və milli ərdəmli. Bunlar rütbə olaraq əxlaqi, bir də mənfi. Yəni, mənfi 1, 2, 3, 5, 10 mənfi nömrələr veriləcəkdir. O adamlar ki, o təşkilatların nümayəndələri ya hər kəs təşkilat tərəfindən gələcəkdir. O, əgər birinə tohin eləyə, təhqir eləyə, pis sözlər işlədə, onları da mənfi nömrə verəcək və o cür tanıtdıracaq. Necə ki, indi tanıtdırdım, elə o cür hər iclasın axırında tanıtdıracaq. Əziz və hörmətli dostlar, bir çox sorularımız var. Darıxmayın, əcələ eləməyin. Amma əgər sizin bu soruları ki soruşduq, bu soruların içində sorunuz olursa, lütfən mənim ID-mə də yazın, göndərin. Oradan hətmən mən də göndərəcəyəm Salih bəy cənablarına, özləri də bunu istəyiblər. Əlbəttə, özlərini də yaza bilərsiniz. Həm Salih bəy, Salih İldırım ID-si ilə burada görünürlər, oraya yaza bilərsiniz, özünə müstəqim gedər. Həm
Cayıp, G-A-I-P ya da sayıp, S-A-I-P adlı səhifələrinə də göndərə bilərsiniz. Oradan da gedər əllərinə yetişir və cavab verərlər. Çox sağ olun, təşəkkür edirəm. Lütf elədiniz, gecəniz xeyrə qalsın. Sabahları saat Təbriz vaxtı 9-da gələcəyik. İnşallah dəyişməyəcəkdir. 9-da Təbriz vaxtı ilə yenə aynı qonağıyla mövzularımızın, suallarımızın qalanları ilə xidmətinizdə olacağam. Gecəniz xeyrə qalsın, sağ qalın, səlamət qalın.